Əgər sən mənə Musanın tarix çərçivəsini sübut edəsən, Yusifin tarix çərçivəsini sübut edəsən, mən agnostik ateizmdən çıxacağam. Biz Quranın dəyişdirilmədiyini niyə buradan çıxarda bilirik rahatlıqla? Çünki orada olan heç bir ayə, heç bir surənin zərrə qədər bugünkü Qurandan fərqi yoxdur. Eynidir, birəbir eynidir. Bəli, doğrudan da Məhəmməd Peyğəmbər adlı bir şəxs olub. Amma əfsuslar olsun ki, Quran-ı Kərimi artıq geosiyasi bir belə deyim, silah çeviriblər. Adam vəzifəsinə qədər, yaşadığı yerə qədər, Firona yaxınlığına qədər və adına qədər qeyd eləyir. İndi mənə sən bunu tarix oxşadırsan. Yaxşı da, sən yenə Musaya girirsən axı. Biz yenə Musanın təsdiq qardaşım, mən Musaya biz yenə Musanı təsdiq etməliyik. Mən hamından danışıram. Abi rəvayətlər çox ola bilər. Mən rəvayət milyon dənə rəvayət eşidə bilərəm abi. O boyda xalq çıxır şeydən Misirdən. Bir dənə də mənbə bunu yazmır. Salam əziz dostlar, bugün Podcast Bakuda yeni bir debatı izləyəcəksiniz. İstəyərdim ki, oponentlər özlərini təqdim eləsinlər və daha sonra mövzunu izah eləsinlər özləri və başlayaq. Buyurun. Mən Ziya Balıyev, müsəlmanam, Onlara De platformasının qurucusu və rəhbəriyəm. Çox şad oldum. Mənim adım Yusuf Lübisaldır. Hələ gülüşlə başlayırıq. Hələ gülüşlə. Çox rəsmi başladı ona görə. Adım Yusuf Lübisaldır, agnostik ateistəm və elmi kütləvi blogeram. Mövzunu da adlıca zəhmət olmasın. Mövzu dini mətnlərin köçürülməsi. Mövzumuz budur. Quran-ı Kərimdən söhbət gedir. Elə yeri gəlmişkən mən istərdim bir mövzuya giriş eləyim. İcazə Hələ ki, çox üzr istəyirəm. Hələ ki, zəhmət olmasın Ziya, sən də mövzunu təqdim elə. Mövzumuz dini mətnlərin köçürülməsidir. Yəni necə Quran-ı Kərim özündən öncəki mətnlərdən tək dini yox, ümumi, yəni istənilən bir sahədə olan mətnlərdən kopyalanaraq bir kitab halına salınıb və iddia olunub ki, bu ilahi bir vəhiydir. Təbii ki, müddəi visal olduğuna görə daha ətraflı girişi visal edər. İlk öncə təşəkkür etmək istəyirəm, çox maraqlı bir mövzudur. Öncədən bildirmək istəyirəm izləyicilərimizə ki, burada kiminsə belə deyək, Quran təhqir etmə, İslam təhqir etmə və s. yoxdur. Mən bu məsələyə sırf tarixi prizmadan və Quran-ı Kərimə sırf tarixi bir sənəd kimi yanaşaraq araşdırmamı aparmışam. Ümumiyyətlə məni tanıyanlar bilir ki, mənim Ziya kimi bir müsəlman dostum varsa, mənim hər hansısa bir İslamla və yaxud da Quranla problemlərim yoxdur. Öncədən yazımda kommentlərdə bizdə bilirsən, biraz problemlidir. Garantiya. Yəni sığortaya alım ki, yəni çünki elə olur ki, hətta Ziyaya belə və yaxud da mənə pis şeylər olur bəzən. Ona görə də Niyə cavabını vermə mənə o mənada? Hələ ya Ziya deyirlər ki, o onun cavab verir, ya da mənə deyirlər ki, buna baxsan nəsə. Nəysə əlqərəz mövzuları qırağa qoyaq. Birinci başlamaq istərdim mən birinci Nikeya kilsə məclisindən. Çünki mənim araşdırmalarım zənnimcə bəs məni bura gətirdi mənbə olaraq. İkimiz də bilirik ki, məhz xristianlığın belə deyək də fundamentlərindən biri olan trinitarianlıq məhz orada qəbul olundu. Çünki İsa Məsihin statusunun bərqərar olunması məhz orada çox əsas məsələlərdən biri idi. Hətta deyirəm ki, əsas məsələ məhz o idi. Məhz buna görə də bunu araşdırdığım zaman Rubinstein'in When Jesus Became God adlı bir kitabı qabağıma çıxdı. Orada çox ətraflı bir məsələ təsvir olunurdu. Fərqli konfessiyalardan ortodoksal kilsəsidir və s. fərqli yanaşmalarda olan yepiskoplar, bişoplar və s. yığılmışdı. Onların arasında Ariya adlı bir şəxs də olub. Ariya adlı bir şəxsin, o da yəni belə rahiblərdən biri idi. Və Ariyanlıq çox yayğın idi xristianlığın ilk illərində. Ariyanlığı digər trinitarianlardan, yəni Tanrını üç sifətdə görmələrdə, Ata, Oğul və Müqəddəs Ruh sifətdə görməlindən fərqli olaraq Ariyanlar iddia edirdilər ki, xeyr, İsa Məsih, bəli, Məsihdir, amma yəni o sadəcə olaraq Peyğəmbər statusundadır, yəni Tanrı deyil. Allah ümumiyyətlə deyil və üç sifət məsələsini ümumiyyətlə onlar inkar edirlər. Və Ariyanlıq ümumiyyətlə çox yayğın idi Roma imperiyasının bu 4-cü əsrin əvvəllərində. Hətta o dərəcədə yayğın idi ki, imperator hətta onlara qarşı mübarizə aparır. Çünki üsyan qaldırmağa belə hazır idilər. Əlqərəz, sözümün canı nədir? 325-ci ildə 1-ci Nikeya məclisində Ariyanın dediyi bütün sözlər, Ariusun dediyi bütün fikirlər, bütün iddialar hamısı bidət elan olunur. Nəyə görə? Çünki bu digər belə deyim ortodoksallar fikirləşirlər ki, yox, bəs İsa Məsih həm Ata, həm Müqəddəs Ruh və s.dir. Yəni biz bu məsələyə baxdığımız zaman görürük ki, artıq xristianlığın
təməlində, yəni də Nikeya məclisindən qabaq da belə fikirlər olub ki, İsa Məsih şey deyil, Tanrı deyil və o sadəcə olaraq peyğəmbərdir ki, biz burada paralel Quranla paralel görürük ki, Quran da yeri gəlmişkən bunu iddia edir ki, İsa Məsih qətiyyən Tanrı deyil və bununla bağlı fərqli surələr də var. Digər bir məsələ ona toxunmaq istəyirdim. Ari adlı şəxs məcburi şəkildə qovulur. Həmin o İznikdən, indiki müasir İznikdən və bütün o yazdıqları əsərlərdir, bütün tərəfdaşları ilə onlar üzü Suriyaya və üzü Ərəbistan yarımadasına doğru gedib orada yayılmağa başlayırlar. Amma yəni təkcə Ariyanlar deyildi bu fikrə sahib olan. Çünki həmin periodda həm İbyanitlər də var idi, həm Unitarianlar da vardı ki, İbyanitlər və Unitarianlar günü bu gün belə xristianlıq adı altında fəaliyyət göstərir ki, onlar özlərini xristian sayırlar. Sadəcə olaraq Trinitarianlığı, yəni üç tanrının üç sifətdə olmasını inkar edirlər. Mən əslində qalsa toxunmaq istədiyim burada məqam nədən ibarətdir? Unikallıq məsələsinə toxunmaq istərdim ki, anladığım qədər çox güman ki, Ziya indi buna yəqin özü daha ətraflı izah verər. Mənə görə Quranın iddiası və digər insanların, şəxslərin, məzhəblərin və s. fərq etməz. Hamısının verdiyi iddia odur ki, Quran unikal kitabdır. Amma biz məsəl üçün varislik prinsipinə baxsaq, mənə elə gəlir ki, biz burada hər hansı bir unikallıqdan əfsər olsun ki, danışa bilmərik. Çünki biz buna tarixi prizmadan baxsaq, biz görürük ki, Qurani-Kərim özündən qabaq gələn kitabları təsdiqləyir. Amma təsdiqləməklə də əlavə fərqli ayələrdə bildirir ki, əvvəl kitablar təhrif olunub. Amma biz ona istinad olaraq daha düzgün versiya verir və bizim kitabımız düzgündür. Bu siz nəyə oxşayır? Sanki Ziya bir kitab yazır ki, mən bildiyim qədərilə kitabı hazırlayır. Əminəm ki, də çox möhtəşəm bir kitab olacaq. Amma təsəvvür edək ki, sən o kitabı yazırsan və 100 il sonra mənim oğlum çıxır ortalığa, deyir ki, mən Ziyanın din fəlsəfəsi barəsində bir kitabı oxudum, ondan ilhamlandım, ona istinad elədim. Amma Ziyanın kitabı səhvdir. Mən daha düzgünlü, yəni daha ideal versiyanı yazıram, amma yenə də sənin kitaba istinad edirəm. Yəni burada mən artıq məntiqsizlik görürəm. Üstəlik də ki, o kitabda demirəm Ziya harda səhv edib. Sadəcə olaraq deyirəm ki, burada belə deyək də hər hansısa bir təhriflər var. Amma yəni qeyd eləmirəm konkretikanı. Eyni konkretikanı mən məsəl üçün Quranda görə bilmirəm. Yalnız bir şeyə çıxmaq şərti ilə. Tövratla bağlı konkretika yoxdur, amma xristianlıqla bağlı bir konkretika var ki, İsa Məsih çarmıxa çəkilməyib. Bu ən əsas fundamental yanaşmadır Quranın yanaşması. Məsələn, Bəqərə surəsi 79-da Tövratla bağlı təhrif olmasından bağlı məqamlara toxunulur. Bəqərə surəsi 75-də buna toxunulur. Bəqərə 146-da, Maidə 13-də, Maidə surəsi 41-46-da, Ali İmran 78, 187-də buna toxunulur. Ümumiyyətlə bu misallar çoxdur da. Yəni amma Tövratla bağlı hər hansı bir konkretika yox. Sadəcə olaraq bir iddiaları var ki, Tövrat dəyişdirilib. Amma Tövratın harası dəyişdirilib və biz daha düzgününü veririk kimi mən orada əsər olsun ki, bir mesaj görürəm. Varsa, mənə bildirsən, mən çox sevinirəm. Amma əsər olsun ki, mən araşdırmalarımda bunu tapa bilmədim. İsa Məsihin taleyi ilə bağlı konkretika var. Orada səhv etmirəmsə mütəvaffiqə adlı bir feil var. Biz onu öz dərgahımıza qaldırdıq mənasında. Bəlkə mən tələffüzdə səhv edə bilərəm, sən daha yaxşı bilərsən. Anladığım qədər bu, yəni öz dərgahımıza öldürmədən qaldırdıq mənasındadır. Yoxsa ölüm kimi də mənalandıran var. Amma yəni Quran deyir ki, yəni biz onu öz dərgahımıza qaldırdıq. Orada keçən söz vəfat sözü ilə eynidir. Yes, aysa. Ona yəni mən deyirəm bəlkə tələffüzdə bəlkə biraz səhv deyə bilərəm. Vəfat sözü ilə eynidir. Hə, aysa. Burada çox maraqlı bir məqama toxunmaq istəyirdim. Sırf yəni o zaman yaşayan xristianların da yanaşmaları var da. Yəni misal üçün atıram, biz deyirik ki, Quran deyir ki, bəs İsa Məsih çarmıxa çəkilməyib, ümumiyyətlə o öldürülməyib və s. Hətta mən bilən sən demişdin ki, bir dəfə səhv etmirəmsə, başqa adam çarmıxa çəkilib. Bəli. Bax, ona toxunmaq istəyirdim. Məsəl üçün, İbyanitlər, Ariyanlar və Unitarianların yanaşması tamamilə fərqlidir. İcazə ilə mən buradan istinadlar vermək istəyirəm, çünki mövzu biraz çox böyükdür. İbyanitlər və Nazaretiyanlar və Suriyalı Unitarianların yanaşması biraz fərqlidir. Məsəl üçün, onlar deyirlər ki, İsa nə tanrıdır, nə oğuldur, nə də nə tanrıdır. Sadəcə olaraq insan və peyğəmbərdir. Onların misal üçün atıram İskəndəriyyədə fəaliyyətdə olan misal üçün Bazilid adlı bir şəxs olub. O bişop bildirirdi ki, çarmıxa çəkilən İsa deyildi.
Simon idi. Var bu. Qədim Bəli, xristian bəli, mətnlərində bəli, var. bəli. Hətta o mətn bəzi İncillərdən daha əvvəl aiddir. Onu şəxsən görmədim, amma yəni əgər biz Evangeliya Matvey və sair məsələsinə girsə, düz deyirsən. 4 İncili götürsək, həmin o mətn ki var, ondan öncədir. İsa yox, başqa biri idi. Çarmıxa çəkən. Orada da səhvimizə Yehudan yox. Simonlu Simon, Kirinyalı Simon. Simon vurğulayır orada. Və o tarix olaraq İncillərin bəzilərindən səhv etmirəmsə ikisindən daha əvvəl. Çünki bəzi İncillər hardasa səhv etmirəmsə 3-cü, 4-cü əsrdə formalaşıb. Onlar razı. O mətn daha əvvəl. Amma burada bir məsələ var da. Bu ideyalar bidət sayılıb xristianlıqda ümumiyyətlə qəbul olunmayıb. Dakitistlər məsəl üçün Məsihin bədəninin bir illüziya olduğunu iddia edirlər. Yəni çarmıxa çəkilmə belə illüziya idi. Serintus adlı bir bişop olub, o da ilahi ruhun Məsihin çarmıxdakı o ehtiras deyirlər də, çarmıxdakı ehtiraslar. O ehtirasdan öncə artıq bədəndən çıxması ideyası vardı ortalıqda. Yəni ki, çarmıxa çəkilmədir, illüziyadır, yəni əvəz etmədir. Bu ideyalar artıq yəni Qurandan ən azı heç olmasa bir 300 il qabaq olduğu olub. Yəni bu Gnostik Suriya xristianlığında və s. çox yayğındır ki, biz bu ideyaların yayğınlığını Ərəb yarımadasında çox görürük. Və mənim şəxsi fikrimə əsasən bu belə deyək də Qurani Kərim daha doğrusu iddiaları nə idi? İddialar onadır ki, İncil özü də, Tövrat özü də təhrif olunub, dəyişdirilib. Amma sırf onun dəyişdirilməsi ilə bağlı hər hansı bir İsa Məsihin çarmıxa çəkilməsindən başqa bir konkretika yoxdur. Və istifadə etdiyi də bütün ideyalar, fikirlər daha doğrusu, xristianlığın qəbul etdiyi o doqmadan tam kənardır. Yəni bidət ideyalar üzərində qurulur ki, o ideyaları yenə bildirirəm 300 il qabaq olub. Yəni burada hər hansı bir unikallığı mən əfsus olsun ki, görmürəm ki, mənim əsas fikrim də oradan ibarətdir ki, bu sadəcə olaraq öncədən gəlmiş ki, Quran özü də, Quran-Kərimin ayələrində özü də var ki, bizdən qabaqkilərin şeyləridir, səhv etmirəmsə, rəvayətləridir. Hətta bəzi o ayənin adı yadımdan çıxır, desən Ət-Tin ayəsində idi. Yoxsa hansı ayədə? Yox, Ət-Tində deyildi, başqa bir ayədə idi. Yalan deyərəm indi. Onlar bildirirlər ki, Məhəmməd peyğəmbər qulaqdır. Belə bir şey yazılıb orada, sanki eşidib bizə danışan şəxs anlamında istifadə olunur. Yəni Qurani-Kərimin özündə belə biz əgər tarixi tərəfdən də baxsaq, həmin ərazilərdə təkcə şeylər olmayıb da, məsəl üçün paqanlar və s. olmayıb. Orada elə monoteist ideyalara inanan insanlar olur. Xristian və yəhudilər olur. Bəli. Yəni Quran hər hansı bir izolyasiya içində formalaşmayıb ki, biz bunun hər hansı bir unikallığından danışaq və ya yeni bir şeydən danışaq. Xristianlar daha çox sən dediyin yox, Həzrət İsanı Allah kimi qəbul edən xristianlardır. Niyə görə? Çünki Quran kontekstində də durmadan tənqid olunan xristianlar olardı. Yəni sən dediyin digər kateqoriya ki var, Həzrət İsanı Allahın salamı olsun, peyğəmbər kimi qəbul edən toplum deyildi orada olanlar. Daha çox Tanrı kimi qəbul edənlər idi. Həmən amma ideyalar həmən yarımada da çox yayğın idi. Yəni sırf peyğəmbərin olduğu coğrafiyada, yəni o kompakt yaşayış yerində yox idi. Mən rastlaşmamışam. Əslində mən baxdığım mənbələrdə həmən ərazilərdə, yəni məncə yəni belə deyək də 3-cü, 4-cü əsrdən belə həmən əraziyə girilən ideyalar inanmıram ki, itsin. Hətta günü bu gün belə o ərazidə o ideyalar belə qalır, o şəxslər, ibyanitlər, unitarianlar və s. günü bu gün varsa, məncə Məkkə-Mədinə ərazisində yaşayırdılar. Ümumiyyətlə o Ərəbistan yarımadasında. Ərəbistan yarımadası böyükdür. Yox, bilirəm. Mənim belə deyək də, biz əgər Məhəmməd peyğəmbərin ümumiyyətlə nə fəaliyyətlə məşğul olmasına baxsaq, bilmirəm sən hansını qəbul edirsən. Çünki fərqli yanaşmalar var. Bir yanaşma var ki, Məhəmməd peyğəmbər tacir olub və istər-istəməz bir çox həm fəlsəfi məktəblərlə, həm fikirlərlə, ideyalarla tanış olub. Belə bir yanaşma da var. O söhbətə gələr. Çünki bax o məsələ biraz şeydir. Çünki məsəl üçün hər hansı bir konkret Məhəmməd peyğəmbərin bioqrafiyası ilə bağlı konkret verə biləcəyimiz istinad yoxdur. Yox, var, istinadlar var. Ona görə məsəl üçün bax, ən azından həmən ərazidə o ideyalar çox yayğındır və mənə elə gəlir ki, burada artıq biz Quranın kontekstinə belə baxdığımız zaman hər hansı bir konkretika olsun ki, yoxdur, bax bu dəyişdirilib. Amma biz dediyimiz düzdür. Yəni mən o konkretikanı nə Tövratda ümumiyyətlə görmədim. Bundan qabaq dedim ki, İncil ancaq İsa Məsih məsələsi idi. Mövzu ilə bağlı bunu qısaca olaraq deyim ki, ancaq misallar verdin. Amma konkret olaraq mövzunun məğzinə toxunmadın da. Yəni biz niyə görə əsas qavramı deyirəm, amma misalları qoyuruq. Biz niyə görə inanmalıyıq ki,
Qurani-Kərim özündən öncəki mətnlərdən toplanaraq yığılıb. Bunun konkret mənə meyarındır. Misalla yox da. Yəni niyə buna inanmalıyam? Mən varislik prinsipindən gedirəm. Yəni oxşarlıq da, mətnlərin Oxşarlıq oxşarlığı. deyil, məhz varislik prinsipi. Varislik deyəndə nəyə Varislik yəni mən sənə bir şey deyim də, izah edim. Məsəl üçün atıram, əgər bu ideya öncədən varsa və sonradan bu artıq hansısa bir kitabda istifadə olunursa, ələlxüsus biz nəzərə alsaq coğrafiyanı və s. geosiyasi vəziyyəti, mən burada köçürülməmə kimi bir şeyi görə bilmərəm də. Yəni həmən ideyalar orada varsa, öncədən artıq apokriflərdə belə özünün belə deyək, təsdiqini tapıbsa və sonradan artıq Qurani-Kərimdə varsa, mənim belə məntiqi çıxarım odur ki, həmən ideyalar orada yayğın olduğu üçün o da artıq kitablarda olub. Digər bir məsəl var, misal olaraq çəkə bilərəm. Kəf surəsi idi səhv etmirəmsə, bu 7 Efes gənci ilə bağlı, mağara ilə bağlı məsələ. Ashab-ı Kəhf, bəli. Toxunmaq istədiyim məqam nədir? Mən düzgün başa düşdümsə ayənin surənin bizə verdiyi mesaj o. Ümumiyyətlə onun tarixçəsi necə idi? Bilirsən, çox güman ki də bilirsən məndən də yaxşı. Məhəmməd peyğəmbərə suallar verilir. Nəticədə 3 dənə əsas sual verilir və 3-cü sual məhz bu Əshab-ı Kəhflə bağlıdır, 7 gənclə bağlı. Və elə sual verilir ki, Məhəmməd peyğəmbər onu sanki izah etməsin, onlara təsdiq etsin. Yəni o ideya artıq orada varmış kimi, insanlar onu bilirmiş kimi bir təsəvvür yaranır və əgər o insanlar onu orada bilirlərsə, bu ümumiyyətlə Əshab-ı Kəhf məsələsi 5-ci əsrin yoxsa 6-cı əsrin yalan demiş ola bilər. Mən hər bir halda 5-6-cı əsrlərdə aid apokriflərdən gələn bir şeydir. Bu kanonik xristianlığa aid. Xristian tarixində bu hadisə var. Yox, amma bu yəni kanonik bir xristian hadisəsi deyil. Bu sırf Suriyalı apokrifistlərin yazdıqları ideyalardır və biz bunu surəni oxuduqca anlayırıq ki, həmin ərazidə olan o müşriklər deyə bilərik, kimlər deyə bilərik, o insanlar artıq bunu bilirdi. Yəni bu yəhudilər də olub, xristianlar da olub, onun ətrafında olan bütün insanlar bunu bilirmişlər. Yəni peyğəmbər onlardan eşidərək qeyd edib. Yox, eşidərək qeyd edib məsələsi. Yəni necə qeyd? Mən aydınlaşdıra bilməmişəm. İzah edəcəm. Yəni ki, sual verilirdi ki, peyğəmbər öz peyğəmbərliyini təsdiq etmək üçün 3 dənə sual cavab verməlidir. Mən düzgün əgər yadımdadırsa. Və o 3 dənə sualdan biri də məhz birbaşa Əshab-ı Kəhf idi ki, o 7 gəncə Yahudi rahib deyəsən cavab verirdi. Kim idi deyəsən, ya Əbu Ləhəb idi, kim idisə sual verir Yahudiyə. Rahibə Yahudi rahibdən sualları alandan sonra gəlib Məhəmməd peyğəmbərdən soruşur və Məhəmməd peyğəmbərdən bu 7 gənc barəsində məlumat verməsini istəyirlər. Hətta səhv etmirəmsə orada deyəsən o 3 gün istəyir və inşallah sözü buradan çıxır da. Mən əgər düzgün yadımdadırsa. Əlqərəz, demək istədiyim odur ki, o Məhəmməd peyğəmbərdən istənilən mövzu elə bir hiss yaranır ki, zaten o ərazidə bilinirdi. Yəni zaten o ərazidə bilinirdi və təsdiq üçün Məhəmməd peyğəmbərin bunu danışması istənilirdi. Yəni demirəm ha, onlar eşidiblər və s. Bunun o ərazidə bilinməsi. Bax, mənim sualım yenə də konkret deyil. Mən suala cavab ala bilmirəm səndən. Bunun orada bilinməsi, bu mənəyə gəlir ki, peyğəmbər o bilinən şeyləri qeyd edib. Yəni onlardan eşitdiyi şeyləri, öyrəndiyi onlardan yox, ümumiyyətlə həmin ərazidə yayğın ideyaları. Onlardan eşitməyibsə, onda elə vəhlə yazıb da bunu. Yəni əgər köçürmədən danışırıqsa, demək onlardan eşidib yazıb da bunu. Bəs mən də onu demək istəyirəm ki, ona görə də bir ayədə qulaq olduğu iddia. Onlardan eşitməyib deyəndə, onda elə vəhi təsdiqləyirsən də, sən də onlardan eşitməyib yazsa vəhlə yazıb. Yox, mən demədim ki, onlardan eşitib danışıb. Ümumiyyətlə həmin ərazidə yayğın olduğu iddiamız budur ki, onda mən yenə də bax qayıdırıq oraya. Buna varislik desən də budur. Özündən öncəki mətnlərlə olan oxşarlıq deyil də, bu birbaşa. Tamam, gələcəm. Yox, eyniyyət deyil, oxşarlıqdır. O məsələlərə gələcəm. Özündən öncəki mətnlərlə olan oxşarlıq bizə bunu deyir ki, Qurani-Kərim hələ o mətnlərdən kopyalanıb, kitab halına salınıb və iddia olunub ki, bu ilahi bir vəhidir. Mən düz başa düşdüm. Bəli. Amma burada sizə oxşarlıq deyirsən. 2 saatlı belə gəlmək istəyirəm. Oxşarlıq deyirsən, amma mən Əshab-ı Kəhf məsələsində lap eyniyyət olsun. Oxşarlıq demirəm, oxşarlıq görmürəm. Yeganə bir dənə fərq orada 7 gəncdən əlavə bir itin olması. Yəni bütün təfərrüatlara girilir və aralarında bir it var. Amma say nə qədərdir? 3-dür, 5-dir, 6-dır, onu Allah bilir. Belə bir ayədə belə bir qeyd var. Yəni yeganə konkretika məhz itlə bağlı idi. Amma nə gənclərin sayı bildirilir, nə neçə il orada olması. Çünki apokriflərdə verilən il sayı 309-dur. Amma Məhəmməd peyğəmbərin verdiyi o ayədə qeyd elədiyi illər səfərində. Mən bilirəm Quranda
Tam dəqiq xatırlamıram. Mən bilən il də qeyd olunub. İl qeyd Mən olunub. elə yazdım. Onu deyirəm elə. Ha. İl 318 yoxsa 317 Ha. yalan deyirəm. Amma yenə də orada yazılır. Yəni eynilik deyil də. Görsən yenə də orada Bildim də, oxşarlıq yəni var. iki dənə cəmi ayrım var, amma ümumilikdə ideya Okay, olaraq aydın, odur ki, aydın. izlənir. İndi bir məsələyə keçmək istəyirəm səndən. Ümumiyyətlə əgər misal üçün 10 dənə mətn arasında oxşarlıq və yaxud bəzi yerlərdə hətta eynilik varsa, bunun köçürülmədən başqa ehtimalı var ya yox? Qısaca cavablar istəyirəm səndən. Mən rasional baxanda hər köçürülmədən başqa ehtimal görmürəm. Sən dəhi görürsənsə, yox. Bax misal üçün deyirəm, tutalım ki, sən də bir mətn yazmısan, Pərvin də bir mətn yazıb, mən də bir. Məsələn, üçümüz də yazmışıq ki, Facebookda status yazmışıq. Misal üçün saat gülləsinin yanında Mercedes-lə BMW qəzaya uğradı və 4 nəfər həyatını dəyişdi. Sən də bunu yazmısan, Pərvin də bunu yazıb, mən də aramızda 1 saat, 2 saat fərq var. Okay. İndi mən o 3 mətni oxuyanda bu qənaətə gələ bilərəmmi ki, Pərvin səndən, mən də Pərvindən köçürdüm yazmışam. Sən bu yox, bir dənə sualıma konkret cavab istəyirəm səndən. Bu qənaətə gələ bilərəm ya yox ki, köçürmüşük. Kimsə kimdənsə köçürür. Hə, yəni üçümüz bir-birimizdən mən bundan analogiya aparmaq üçün sən düzgün analogiya aparmısan, axı coğrafi vəziyyət də nəzərə almalısan. Mən dediyim odur ki, oxşarlıq və ya eyniyyət o demək deyil ki, %100 o demək deyil ki, bunlar bir-birindən köçürülüb. Yox, sən məsələyə bir prizmadan baxırsan, sən oxşarlıq prizmasından getməyə çalışırsan. Amma mən demək olsun. Bizdə eyniyyətdir də, eyni şey yazdıq. Okay. Amma əgər biz misal üçün bunu görmüşük və eləmişik. Bəli. Demək ki, biz eyni coğrafi ərazidə olmuşuq. Gözəl. Deməli 3 mətnin, üçün də eyni şey deməsinin köçürülmədən başqa ikinci ehtimal da çıxdı ortaya, düzdürmü? Amma burada zamanı itirirsən axı sən. Deyəcəm, diqqət elə bir dənə. İkinci ehtimal çıxdı, düzdür? Hər üçümüz eyni şeyə şahid olub demişik, bəli. İndi bir dənə də ehtimal deyirəm sizə. Təsəvvür et ki, müəllimsənsən, ustadsan, fəlsəfə ustadısan. Pərvinlə mənə də tələbən kimi yetişdirirsən. Okay. Pərvin gedir misal üçün Ağdaşda sənin fəlsəfə cəryanlarını təmsil edir. Misal üçün Pərvinlə mənim aramda da bir 40 il fərq var. Sən də belə uzun yaşamısan. Tamam. 40 ildən sonra da mən gedirəm misal üçün Naxçıvana sənin fəlsəfə cəryanlarını təbliğ edirəm. Aramızda 40 il, 60 il fərq var misal üçün Pərvinlə. Oradakı adamlar baxırlar ki, Pərvinin Ağdaşda dedikləri ilə Ziyanın Naxçıvanda dedikləri eyni şeylərdir. Mənbə olaraq mənim mənbəmdir. Diqqət elə deyirəm sənə. Mənbə zəf verməmişik. Sadəcə şey eləmişik. Özündən təlim vermişik. Sənin dedikləri. Sən elə bir arifsən ki, istəmirsən də adın çəkilsin. Belə bir misal verirəm. Tamam. Bax, indi orada bizim iki mətnimizə Pərvinin Ağdaşda dediklərinə və mənim Naxçıvanda dediklərimə baxan adamlar görəcəklər eynilik var. Bunlar desələr ki, bu eyniyyətdən çıxış eləyərək Ziya Pərvindən köçürdüb, oğurlayıb bu fikirləri gedib Naxçıvanda təbliğ edib. Bu %100 doğru olmur, düzdürmü? Niyə görə? Amma sən bunu bilirsən deyə elə olur axı. Məsələ odur. Niyə görə? Çünki Pərvinlə mən eyni yerdən bəhrələnmişik. Düzdürmü? Eyni adamın sözlərini gətirmişik ikimiz də. İndi mən deyirəm ki, bax, bizim deyəndə ümumiyyətlə İslamın iddiası budur ki, məsələn 3 ehtimal qoydum oxşarlıqla bağlı ki, 3 dənə ehtimal var. Şahid olmaq, eyni mənbədən bəhrələnmə və köçürülmə 3 ehtimal var. İndi mən deyirəm ki, bax mənim dinim deyir ki, tarix boyu bütün toplumlara peyğəmbər gəlib və peyğəmbərlər hamısı eyni şeyləri deyiblər, eyni iddialarda olublar. İndi mənim səndən soruşacağım budur ki, əgər bu belədirsə, dini mətnlərdə oxşarlıq, hətta bu mətnlər tapılmamışdan əvvəl belə, hətta sən dediyin xristian mətnlərin də bəziləri sonradan arxivlərdən çıxarılıb. Adi Misirdə olan məsələlər sonradan tapılıb, Şumer məsələləri sonradan tapılıb. Deyirəm ki, hətta bunlar tapılmamışdan əvvəl belə biz zaten bu iddiadayıq ki, İslam olaraq bu iddiamız bu idi ki, zaten burada oxşarlıqlar var. Niyə? Çünki hamısı eyni mənbədən gəlir. Hamısı Allahın vəhyin gətirib və Allah oxşar şeyləri çatdırır bizə. İndi mənim sualım budur ki, sənə, əgər oxşarlıq varsa və Quran da zaten bunu təsdiqləyirsə ki, bunlar eyni şey deyiblər peyğəmbərlər, biz burada niyə görə məhz kopyalanma üzərində qalırıq? Niyə o alternativi düşünmürük? Mən sənə izah edeyim, cavab verim sualıma. Birincisi, sən məni Tanrı ilə bir statusa qoydun ki, biz ümumiyyətlə insani... Bu misaldır. Yox, bildim. Amma yəni, burada axı mənim toxuna biləcəyim, sabahsın ustada gedib çıxa biləcəyim ehtimalı var. Fiziki bir şəxsdirsə. Və burada Tanrı ilə mənim paralel aparmağım məncə düzgün məntiqdə deyil. Yox, Tanrıya da mətnlə gedib çıxmaq olur. Yox, bildim. Mən demək istədiyim odur ki, mən gedib Tanrı ilə hər hansısa bir
nə bilim, ağacla danışmalıyam ki, yəni Musa kimi Sinay dağının Yaxşı, böyründə ondan Tanrıdan alım o mesajı. Misalımı tam aydın olması üçün biraz da Okay. böyüdüm misalımı. Bax, ustad misalı var idi. Təsəvvür et, Pərvin də sənin tələbəndi, mən də sənin tələbənəm. Ustad ölür. Aramızda 40 il fərq var. Okay. 40 il fərq var, bax diqqət elə. Pərvin getdi Ağdaşda, sənin ideyalarını təbliğ elədi. Mən də getdim 40 ildən sonra Naxçıvanda. Pərvinin dedikləri ki var idi. O 40 il ərzində biraz müdaxilələr olundu, dəyişdirildi. Bax, indi diqqət elə. Tamam. İndi diqqət elə. Pərvindən kənar şəxslər. Bəli, Pərvin tamam. dünyasını dəyişib, Allah ömür versin bu arada. Dünyasını dəyişib təsəvvür Ölüyə də elə. diriyə də rəhmət var. Təsəvvür elə, dünyasını dəyişib və dünyasını dəyişəndən sonra bəzi məqsədlərə görə dəyişdirilir. İndi bizdən sonra, 100 ildən sonra ikimizin də mətnlərinə baxırlar və ikimiz də iddia eləyirik ki, biraz da belliyim. Hər ikimiz də Bakıda yaşayan Vüsaldan dərs almışıq. Hər ikimizin iddiası budur. Baxırlar ki, bizim mətnlərimizə. Pərvin yazıb ki, öz mətnlərində misal olaraq deyirəm ha, bunu sadəcə olaraq, yəni ilişib qalmır. Bildim. Misal olaraq Pərvin yazıb ki, 2010-cu ildə misal üçün deyirəm də, Vüsal prezident oldu Azərbaycanda. Misal üçün deyirəm. Sonra mənim mətnimə baxırlar. Oxşarlıq var, amma bəzi fərqlər var da burada. Sonra mənim mətnimə baxırlar. Görürlər ki, mən yazmışam ki, orada 2010-cu ildə ilə prezident İlham Əliyev idi. Bunu yazmışam. İndi buradakı adamlar tarixə baxaraq hansımızın doğru olduğunu, doğru danışdığını bilə bilərlər yoxsa yox? Tarixi dəlillərlə. Kontekstlə, bəli, biləcəklər, bəli, düzdür. İndi mənim dediyim odur ki, biz də mətnlərə baxaraq, tarixi çıxarışlarla hansının həqiqətən vəhy aldığını bilə bilərik. Mümkündür bu. Okay. İndi gələcəm ora. Sən iddialı buyur davam eləsən istəsənsə mən bunu eşidirəm sən, buyur. İndi mənim dediyim odur ki, oxşarlığın 3 ehtimalı var. Bu üçündən biri ola bilər. Amma biz bu oxşarlıqlar içindəki fərqlərə baxsaq, bu iddialardan hansının daha doğru, 3 ehtimaldan hansının daha doğru olduğunu müəyyən eləyə bilərik. Buyur. Mənə belə gəlir. Və ortada çox ciddi fərqlər var. Bax, misallar verəcəm. Qurandan, digər mənbələrdən. Elə gedək Tövrata və yaxud sən Şumer mətnlərinə gedək, istəyirsən daha əvvələ gedək, fərqi yoxdur. İndi bir də oxşarlıq məsələsini sənə deyim. Misal üçün bu İncillə bağlı deyirsən, Tövratla bağlı deyirsən, məsələn Upanişadlarda, adi Hindistanda elə mətnlər var ki, sən onu İxlas surəsindən ayıra bilməzsən. Yadındadır, biz onu müzakirə etmişdik. Bu Hindistan mətnidir və yaxud Misir Fironu Exnatonun elə şeirləri var ki, sən onu İxlas surəsindən ayıra bilməzsən. Yəni bu nə demək istəyirəm? Yəni oxşarlıq və yaxud eyniyyət Exnatonun şeiri demək olar İxlas surəsindən eynidir. Bu o demək deyil ki, bu 100% köçürülüb bunlar. Çünki Exnatonun mətni çox sonra tapılıb. Biz hələ ki ən qısa yerdən gedirik də Tövrat və İncildə. Mən burada Tövrat və İncili eləmirəm, yəni tənqid eləmirəm. Sadəcə olaraq mən sənə suallar vermək istəyirəm ki, bu suallar haqqında fikirlərin nədir? Bax, misal üçün Tövratda və Quranda Musa və Yusif haqqında danışılır. Allahın salamı olsun hər ikisi. Hər ikisi haqqında danışılır. Bəli. Və biz bu mətnlərin kontekstinə baxanda görürük ki, Tövratda Musa haqqında da, Yusif haqqında da danışılanda Misirin başçısına hər ikisi haqqında danışılanda da Firon deyilir. Firon və kral. Birbaşa Firon deyilir. Və mən açıram Qurani-Kərimə baxıram ki, Yusif haqqında gələn bütün ayələrdə istisnasız hamısında Məlik sözü, hökmdar sözü keçir. Musa ilə bağlı gələn ayələrin hər birində Firon sözü keçir. Tamam. Bax, Tisuldan danışılır burada. İndi bu Qurani-Kərimdə gəldi. Yusifin vaxtında kral, Məlik. Bəli, Məlik hökmdar. Musanın vaxtında isə Firon sözü keçir. Tamam. Yəni Misir başçısı ilə bağlı da. Bəli. Mən tutam da bu vəhiy gəldi. Bir dənə bir ərəb 7-ci əsrdə, 6-cı əsrdə, 7-ci əsrdə başlayır da vəhiy. 6-da doğulur. 7-ci əsrdə çıxıb iddia eləyir ki, Yusif öz hökmdarına Məlik deyirdi. Musa Firon deyirdi. Və bunun üstündən nə qədər keçir? Deməli, hardasa 1200 il keçir. 18-ci əsrdə, 1100-1200-də belə deyək. 18-ci əsrdə biz bir dənə daş tapırıq Misirdən, Rozetta daşı, şampinyon. Burada bunun da özəlliyi nədir Rozetta daşından? Burada 3 dildə mətn var. Qibti dilində qədim Misir heroqlifləri. Onları raşifrovasiya etsinlər. Sanskrit dilində, sanskrit dilində və Yunan dilində 3 dənə dildə var və bu Rozetta daşı ilə
Misirşünaslar, bu orada ciddi araşdırma edən adamlar Misir mətnlərini oxudular, başa düşdülər. Və Misir mətnlərində bunu gördülər ki, Misir tarixi bölünür iki yerə. Köhnə krallıq və yeni krallıq. Və bunu gördülər ki, köhnə krallıqda Misir başçılarına heç bir yerdə Firon deyə xitab olunmur. Hökmdar deyə xitab olunur. Yeni krallıq dövründə isə artıq hökmdar xitabı dəyişdirilib, yerinə Firon xitabı gəlib. İndi mən səndən tam səmimi soruşam, hər şeyi qoy qırağa. Tutalım ki, fərz elə ikimizdəki Peyğəmbər Tövratdan götürdü, Musa ilə və Yusiflə bağlı məsələləri Qurana kopyaladı. Tövratda keçən məsələləri. Niyə Firon yazmadı? Bu qədər incəliklə bir yerdə çaşmayıb da Yusiflə bağlı tonla ayə var fərqli surələrdə və yaxud Musa ilə bağlı. Bir yerdə çaşıb Məlik və yaxud Firon sözünü sürüşdürüb yazmayıb da çox dəqiqdir bu. Okay. Bunu necə düzəldə bilərdi ki, Yusiflə bağlı hər yerdə Firon sözünü silib, Tövratda keçən Firon sözünü eləyib Məlik. Musa ilə bağlı olan hər yerdə Firon sözünü saxlayıb. Bunu sənin fikrin var ağlımdan. Köçürdübsə necə düzəldib? Birinci, biz buna tarixi prizmadan yanaşmalıyıq. Sən mənə ilk növbədə sübut eləməlisən ki, doğrudan da Musa və Yusif adlı şəxslər Misir tarixində qeyd olunub bir. Çünki mən buna bu ayrımı görmək üçün və bu ayrımı təsdiq etmək üçün mən doğrudan da əlimdə belə deyim, danılmaz tarixi faktlar olmalıdır ki, mövzunu yayındırırsan. Mövzu yayındırmıram, qətiyyən yayındırmıram. Bu çox vacibdir. Qətiyyən. Çünki qoy izah edeyim də. Mən bildim sən mənə hansı şeyin içə salmaq istəyirsən. Mən izah edeyim. Bax, sən bildirmək istəyirsən ki, yox, bəs Yusifin vaxtında kraldır. Mənə birincisi Yusifin vaxtında doğrudan da kral olduğunu təsdiq etmək lazımdır. Bunu təsdiq edəcək hansısa bir tarixi mənbə yoxdur. Bir, çünki Yusifin belə deyək, varlığı, Yusifin birbaşa olaraq varlığını təsdiq edəcək hər hansısa bir mən Misir iroqliflərini görməmişəm. Birbaşa təsdiq edəcək ki, belə bir insan olub. İki, Musanın belə tarixi bir şəxs olması məsbəs bu belə deyək də Misir iroqliflərində onun təsdiqin tapılmasına bağlı bir dənə də mənbə yoxdur. Birinci biz bunu təsdiq etməliyik ki, Musa və Yusif adlı şəxs Misir tarixində olub. Çünki Misir tarixində əvəz olunmaz təsirlər olub da. Çünki biri bütün dini dəyişir, etiqadı dəyişir. O biri şəxs isə böyük bir xalqı Exodus deyirlər də buna. Böyük bir xalqı Fironun zülmündən çıxarır. Bəli. Biz bu iki dənə böyük, doğrudan da tarix üçün, Yahudilərin tarixi üçün də böyük bir yanaşmadır, insanlıq tarixində də böyük bir hadisədir. Bu iki dənə hadisəni birinci təsdiq etməliyik ki, bu hadisə doğrudan da olub. Bu hadisəni təsdiq edəndən sonra biz doğrudan da təsdiq etməliyik ki, doğrudan da Yusifin vaxtında, çünki burada eramızdan qabaq 1600-cü illə qədər səhv etmirəmsə kral idi, 1600-dən sonra üzü sıfıra qədər artıq Firon idi. Çünki iki krallığın birləşməsi şimal və cənubda səhv etmirəmsə, onların birləşməsi nəticəsində artıq Firon oldu, faraon. Və bunu biz təsdiq edəndən sonra tarixi prizmadan getməliyəm. Tarixi prizmadan sən mənə təsdiq eləsən, ən birinci müsəlman mən olacağam. Bax, məsələ budur. Sən bunu mənə tarixi prizmadan sübut etməyənə qədər məndən Məhəmməd Peyğəmbərin bunun vəhi tərəfindən edilməsini qəbul etdirə bilməzsən. Çünki mən bunu birbaşa təsdiq etməliyəm. Ondan sonra incə detallara girməliyik. Məsələ budur. Mən bunu təsdiq etmədən bunu heç cürə sən izahı verə bilmərəm. Birincisi, Musa və Yusif haqqında Misir tarixində tarixi dəlilin İndi gələcəm məsələyə. Tarixi dəlilin olmaması mənim verdiyim iddianı çürütmür. Niyə görə çürütür? Yox, çürüdür. Deyəcəm. Sən bunu təsdiq etmədən necə mənə ona girə bilərsən? Səbir ol, gələcəm. Bax, birincisi, Misir tarixində gəl azdan çoxdan oxumusansa bilirsən ki, Misir tarixində tarixin silinməsi deyə bir anlayış var. Yəni, tarixi maksimal dərəcədə silməyə çalışıblar. Niyə? Bunu ən azından müxtəlif səbəblərdən. Misal üçün, məğlubiyyətlər qeyd olunmur. Yox, qətiyyən. Akkadlar gedib Misirin üstündən keçiblər, hamısı qeyd olunub. Çox nadir hallarda böyük şeylər yazılır. Hamısını köçsə, hamısı silinməlidir. Abi, məncə bu yanaşma doğru deyil. Exnaton haqqında tarixi məlumatların böyük əksəriyyəti silinib. Amma tapılıb, olmasaydı sən Exnaton barədə nə danışa bilərdin? Çox cüzi bir şey tapılıb. Yetərə qədərdir ki, onun barəsində kitablar yazılsın. Deyirəm, yoxda bunlar hipotezlə yazılan mətnlərdə və bu məbədlərin filan Exnatonla bağlı dağıdılması ilə bağlı tarixi faktlar var. Bunu qoydum qırağa. Tarixin silinməsi çox normal bir şeydir. İkincisi, Musanın adının orada başqa cür keçmə ehtimalı da çox böyükdür. Niyə görə? Çünki Musa ad deyil, ləqəbdir. Ola bilər ki, Qibdilər buna Misirdə başqa bir ad qoyublar.
Yəni bunu Musa deyə qeyd eləməyiblər. Bu çox normal bir şeydir. Amma Həzrət Musa ilə bağlı bəzi hadisələr ki var. Məsəl üçün Tövratda da, Quranda da keçən Firona möcüzə kimi göndərilən şeylər, məsəl üçün göydən çərikə yağması, 7 dənə, 7 əzab, bildim. Bəli, 7 aclıq ilə, 7 bəhrə ilə. Bunlar hamısı bu hadisələr ard-arda Misir heroqlif şeylərində, kitabələrində keçir. İndi orada keçən hadisələr ki var. Mənbəni versən sevinirəm. Mən şəxsən mənbə Sən tapmamışam. dəqiqə internetim yoxdur. İstansın göstərim, heç bir problem Yox, problem yox, sonradan verə bilərsən. O təzə tapılan kitabədir. Lap ataram montajda qoyarsın. Orada qoysan, hə, mənbəni qoyarsınız, qalar orada. Onu qeyd elə ki, yadımdan çıxmasın məndə. Hə, bunlar qeyd olunur. İndi lap tutalım ki, mənbə yoxdur. Bax, belə fərz eləyək ki, Musa və Yusif haqqında heç bir mənbə yoxdur. Mənim sualım ümumiyyətlə budur. Yusif və Musanı qoyduq qırağa. Deyək ki, səhvdirlər. Ümumiyyətlə Peyğəmbər niyə görə Misir haqqında danışdığı zaman Məlik və Firon bölgüsü eləmə ehtiyacı duydu? Birincisi ondan başlayaq ki, bax sən yenə məni salmağa çalışsan ora. Bax, mən deyirəm də Yusif və Musanı unutdum. Bunu məndən soruşmağın, bilsən nəyə oxşur? Mənim səndən soruşmağım ki, Allah niyə bunu yox, bunu elədi. Bax, qulaq as. Çünki mənim konkret bununla Məhəmməd Peyğəmbərlə həyatı ilə bağlı adi müsəlmanlar belə onun bioqrafiyasına bağlı dəqiq bir şey deyə bilmirlərsə, məndən bunu soruşmağım. Tutalım ki, mən sənin dediyi qəbul elədim ki, Yusif və Musa bir dənə nağıldır. Olmayıblar tarixdə. Mənim sualım sənə konkretdir. Həzrəti Muhammed, Allahın salamı olsun ona və pak əhl-i beytinə. Həzrəti Muhammed niyə görə Misir haqqında bir şey yazanda nağıl yazır? Qoy qırağa. Yazır dərkən vəhiy gələndə danışanda. Bax, özü yazır fərz eləyək də, sənin iddiyanla çıxış edirəm. Özü yazır bunu. Yox, mənim iddiam o deyildi ki, özü yazırdı. Niyə görə? Yaxşı, kömək eləyiblər. Yanında 10 dənə alim olub. Kömək eləyiblər. Belə götürək, fərqi yoxdur məncə. Yox, sən deyirəm, mən sonra sənə deyəcəm mənim fikrim nədir. 200 dənə alim olublar. Qoyduq qırağa. Mənim sualım budur konkret olaraq. Deyirəm ki, bunu qeyd eləyəndə Misir haqqında niyə görə əvvəlki dövrdən danışanda zaman etibarı ilə deyirəm, Məlik deyə yazmaq ehtiyacı duydu. Bunun bir dənə mənə rasional izahı var. Rasional izahı mən sənə verim. Əslində qalsa bura girmək istəmirdim, amma yenə məcbur girməliyəm. Birincisi mənim ideyam mənim fikrim ondan ibarətdir ki, yenə deyirəm, bax girmək istəmirdim, amma məcbur eləyirsən. Tamam, buyur. Hər bir sözün təfsirləri var. Anladığım qədərilə Qurani-Kərimdə hər bir sözlə bağlı müəyyən bir təfsirlər var. Mənim şəxsi fikrimə əsasən deyirəm. Biz əgər müasir Quran neçənci ildə artıq kanonlaşıb, 1924-cü ilin Misir Quranı deyirlər də buna. Biz bunun cavabını məncə köhnə təfsirlərlə və müasir təfsirlər arasında fərqi görməklə izah edə bilərik. Yox, Məlik sözü bəyəm dəyişir ki? Yox, ola bilsin ki, ümumiyyətlə orada başqa sözlər olub. Çünki o vaxt qeyd olunanda dialektik... Bir dənə 10 məddədən neçənci ildə? Əgər biz ən birinci yığılan Quranı hesablasaq, ən birinci Birmingham'dan Sana musafları da, yəni bizim əlimizdə olanlar. Əlimizdə olanlar. Amma məsələ odur ki, mənim izləyimimdən ibarət. Okey, Məhəmməd Peyğəmbərin dediyi müəyyən bir sözlər var. Müəyyən bir sözlər yox, yəni birbaşa ayələr və s. var. Məndən sorursan, yenə də mən bir çox insanlar təbii ki, qınayacaq, amma mənə elə gəlir ki, burada insan faktoru olduğu üçün dəyişdirilmə və müəyyən vəziyyətlərə görə dəyişdirilmə. Peyğəmbər başqa şey demişdi, və sonradan bu qeyd olundu. Bəli, mənə görə belədir. Onun sualımı belə verirəm. Deyirsən ki, ola bilər ki, Məlik sözü sonradan əlavə olunub ora. Əlavə olunub, ola bilsin ki, dəyişdi. Çünki tamam, dəyişdirib Məlik eləyiblər onu. Çünki ərəb hərfləri elədir ki, sən diakritik nöqtələrdir. Aydındır. Bunları bilirsən də yəqin ki. Bax, tamam. Peyğəmbərdən sonra Məlik sözü dəyişib Məlik ediblər onu. Sən Birmingham'da onu yoxlamısan, mənə çox maraqlı. İndi yaxşı. İndi bax, sual verirəm sənə. Bunu 200 il sonra elədilər. Gəldi düşdü neçəndə əsrə? 7-ci, 9-cu əsrə. Yox, mən 200 il sonra demirəm. Bu proses davamlı olub. Çünki ən sonuncu versiya 1924-cü ildir. Və mən bilmirəm ki, 1924-cü ilə qədər ki 1924-ü götürmədim, düzdür, tamam. Razet daşı nə vaxt açıblar? Razet daşı 1700 neçənci ildir? 18-ci əsrin sonları da. 18-ci əsrin sonları. 18-ci əsrin sonlarına 1924-cü ilə qədər olan məsafə arada səncə toxun zarafat eləyirsən? Məncə yəni buradan əsas əsr Quranı ilə yox, bu da iddiadır. 10-cu əsrdə bizim əlimizdə. Sən həmin o məqamı yoxlamısanmı? Özün oxumusan? 100% deyirəm sənə, 100% deyirəm. Orada Məlik yazılıb. Qurana bax, 10-cu əsr, 9-cu əsr, 11-ci əsr. Hansı Məlik yazılıb?
heç peyğəmbər dövrün qoy demək görə 10-cu əsrdə olan Quranlarla 24-cü ildə olan Quranlar arasında heç bir fərq ola bilməz mətn etibarilə. Mümkün deyil bu. Yox, mən Məlikdən danışıram. Məlik sözü. Yəni Məlik sözü olmayıb orada. Yox, soruşuram da səndən. Sən Onu ona əlbəttə o elə şey 100% əminsən. 100%. Tamam. 100% Tamam. o mümkün. Sən buna əminsən, okey. Amma mən sənə demək Buna istədim. sən həqiqətən inanırsansa ki, 1924-cü ildə Quranın ərəbcə Çünki mən mətninə söz təfsirlərə alaq baxdığım zaman belə təfsirlərə baxdım. Əvvəlki misal üçün də əvvəlki biz Zəriyyət surəsi 47 idi səhv etmirəmsə. Ya orada genişləndiririk və s. Xəbərdə də genişləndiririkdir. Okey də biz genişlik sahibiyik da izaha Təbəri var. birbaşa genişləndiririk kimi təfsir eləyib ona. Yəni Təbəri 10-cu əsrə aiddir hətta. Yəni bu Big Bang-dan sonra olan bir şey deyil. Amma bu sən dediyin tərcüməni mənalandırmaqdır. Bunu qoyduq qırağa. Orada keçir ki, Musiyonda da səhv eləmirəmsə keçən söz. Orada əgər ola bilər sözü səhv deyim, mən xatırladığım odur. Orada keçən söz əslində o mu ifadəsi, feili şeylir. Yəni genişlədənik. Genişlədənik. Bunu iki mənada da mənalandırmada başa düşə bilərsən. Mən desəm ki, genişlədənik, hazırda genişləndiririk kimi də başa düşə bilərsən. Başa düşə bilərəm. Geniş bir yer kimi yaratdım kimi də başa düşə bilərsən. Yəni feil özü genişlədənik feilidir. Okey. Mən bu mövzunu ayrıca bir podkastda danışarıq məncə. Bu mənalandırma fərqidir. Amma ərəbcə mətndə mən dediyimdə Məlik və Firon bölgüsü var. Bu mümkün deyil bunda. Sən mənə göstərsən mən sevinərəm ki, 1 milyon Quranında onu 1 milyon Quranı ümumiyyətlə tam Quran deyil. Razıyam sən. Orada bir neçə surə var. Həmçinin Sana musafında da. Sadəcə olaraq biz Quranın dəyişdirilmədiyini niyə burdan çıxarda bilirik rahatlıqla? Çünki orada olan heç bir ayə, heç bir surənin zərrə qədər bugünkü Qurandan fərqi yoxdur. Eynidir, birəbir eynidir. Sən müəyyən bir hissəni götür. Müəyyən bir hissə eynidir. Tamam. Yəni fərq onun qalan hissəsi qalmırsa belə. Hayır, sağ ol, məsələ budur da. Nəysə, əlqərəz. İndi mənim sualım budur ki, bax cavab almadım sualıma. Buyur. Peyğəmbər niyə görə Misir haqqında danışanda Firondan əvvəl Məlik deyə xitab eləmək ehtiyacını duyub. Mən yenə sənə deyirəm ki, mənim əlimdə təsdiq yoxdur ki, doğrudan da peyğəmbər elə bir şey deyil. Yaxşı, peyğəmbərdən 100 il sonra deyiblər. Bunu deyən adam niyə belə bir ehtiyac Mənim duyub? 100 il sonra da elə bir şey deyildiyini 200 il sonra. Yox, mən sənə məhz 1924-cü ilin Quranında bunun belə olduğu, çünki Rozetta daşı məsələsi 24-cü il demədə heç olmasa demək 7-ci əsrdə, 8-də dəyişiblərdi. Ümumiyyətlə sən kontekstdən çıxmalısan, amma mən şəxsən deyirəm Musa ad deyil. Kontekstdən çıxmıram. Mən bunu qəbullanmağım üçün, yenə sən deyirəm. Mən tarixi prizmadan. Abi, 1924-də qoyuram qırağa. Mən sənə Musa və Yusifdən danışıram. Sən mənsən ki, mənbələr var. Bir dənə bir şey deyim. 1800-ün sonlarında hətta Azərbaycanlı tərcüməçilər belə Quranı dilimizə tərcümə ediblər. Var bunlarda. Məsələn, Kəşfül Quran, məsələn Bakuvidə səhv eləmirəmsə, bəlkə xatırlayarsan adını. Bakuvid yəni idi, Kəşfül Quran olmalıdır adı. Hətta 1924-dən əvvəl bizim dilimizdə belə var bu. Və orada belə hökmdar keçir, məsələn keçmir. Firon deyə keçmir o şeylərdə belə, tərcümələrdə belə. Yəni bunu 1924-də aid eləmə. Vallahi səndən belə bir şey gözləməzdim. Yenə mən sənə bir şey deyirəm də. Sən mənə müəyyən bir qəlib salırsan, amma o qəlibi təsdiq etmədən məndən cavab istəyirsən. Sən mənə hər hansı bir konkret təsdiq vermədin ki... Yaxşı, onda təsdiq verilən bir dəlil deyim sənə. Buyur. Yəni Musa və Yusifin tarixi şəxsiyyət olduğunu təsdiq etmədən məndən Fironu və şeyi arasında... Musa və Yusifi qoyduq qırağa, unutduq. İcazə versən də bir dənə... Təbii. Amma Vüsal bəyin mən cavab verməmə haqqı yarandığını, yəni neytral olaraq, moderator olaraq hiss edirəm ki, cavab verməmək haqqı yaranır onda. Necə ki, cavab verməmək haqqı? O tarixin məsələsində... okey. Yox, tarixi dəlil ona mən cavab verməyim üçün mən İslamı qəbul etməliyəm. Tamam, indi tarixi dəlil verirəm sənə. Bax, tarixi dəlil verirəm. Rum surəsinə girəsən. Musa, Yusifi unutduq, tarixi dəlil. Yox, köçülmədən danışırıq. Tamam. Bax, Tövratda, əgər oxumusansa, Haman adında bir adamın adı keçir. Və bu adam Tövratda Babilistan hökmdarından yaxın bir adamı kimi qeyd olunur Tövratda. 7-ci əsrdə bir dənə ərəb çöllərindən Muhammed adında bir adam çıxır. Deyir ki, davay gətirin Tövratı, İncili, o birisi mətnləri bir dənə kitab yığaq orada. Nəsə bu kitabı oturub yığırlar. Söhbət gəlib Hamana çatanda baxır ki, bir dənə Haman adı var Babilistanda. Deyir, nəuzubillah, bu misal üçün deyirəm. Mən dostları ilə yığışıb ki, yığır. Deyir, uşaqlar, gəlin burada Babilistanı da çıxardaq. Gəlin Hamanı ataq Misirə. Deyək ki, Haman Misirlidir.
Və gəlin yazaq ki, Misir Fironunun köməkçisidir. Firon onu daş ustalarının başçısı qoyub, tikinti başçısı qoyub və ona tikinti tikməyə tapşırıb. Nəsə otururlar, məşvərət eləyirlər, otururlar, yazırlar bunu, vəsə, hazır. Misir, Babilistandan çıxartdılar, Tövratdan köçürüb çıxartdılar. Tövratda Babilistan qeyd. Babilistan qeyd, bəli. Gəlirik çatırıq 18-ci əsrə, Misir hieroqliflərini oxuyuruq və Ranke, Alman Misirşünas, Biz müzakirə müəllifə qədər. Bəli. Ranke lüğətində bu mətnləri oxuyur və kitabələrin birində çox maraqlı bir şeylə rastlaşır. Yazılıb orada Hemen. Və Ranke'də bu cür yazılıb Leader of Stonemaster, daş ustalarının başçısı. Və Haman adında bir adamdan danışılır Misirdə və bu adam həqiqətən də bir tikintiyə rəhbərlik eləyib və daş ustalarının başçısıdır. Biz bunu tapırıq 18-ci, 19-cu əsrdə Ranke sayəsində. İndi yaxşı, bax yenə də sualımı verirəm sənə. Tarix dedin, okey, qoydum qırağa o məsələni. Halbuki aidiyyəti yox idi o məsələyə. O aidiyyatı 100% var. Tamam, qoydum qırağa. 100%. İndi tarixi dəlil verirəm sənə. Lingvistikadan mənə sübut elə ki, sual verirəm sənə. O da oradan da Haman kimi oxunur. Deyəcəm. Niyə görə Haman kimi oxunur? Bax. Lingvistikadan deyirsənsə əgər, Qibti dili də, qədim Misir dili də, ərəb dili də, bilirsən, samitsiz dillər qrupuna aiddir. Və o hər ikisində də HMN deyə qeyd olunur. Və biz HMN-ı görəndə avtomatik və onun vəzifəsini görəndə ki, bu daş ustalarının başçısıdır, bir şəxsdir, adamdır. Quranda da HMN-dır. Analogiya keçirirsən. İndi bunu sən Haman kimi oxuma, Həmən kimi oxu, Himon kimi oxu, Homin kimi oxu, Human kimi oxu, fərqi yoxdur. HMN eynidirsə, biz burada zaten eyni adamdan danışıldığını avtomatik bilirik. Çünki şəxsdir. Bax, tamam, yaxşı. Hər ikisi şəxsdir və hər ikisinin adı HMN deyə qeyd olunub. Burada yenə də deyirəm, Hemen, Haman, Həmən, Homon, fərqi yoxdur bunun. HMN-dır ad. Və indi mən soruşuram səndən, Peyğəmbər 7-ci əsrdə bu adamın adını, vəzifəsini, ona tapşırılan işi bu qədər dəqiqliklə yazmağı necə bacardı? Birinci ondan başlayaq ki, bu qədər dəqiq deyirsən, amma sən HMN-nın məhz qədim Misir dilində olan HMN-ı da mən bilirəm ki, zaten saytları yoxdur və qədim ərəb dilindəki HMN-ı bir tutmağı lingvistik xətadır. Niyə xətadır? Çünki bunlar tamamilə başqa dil kateqoriyasına aid olan yanaşmalardır. Biri hieroqlifikdir. O birisi də hieroqlifik sayıla bilər, amma o biri Semit dili qrupasındadır. Onların yaranması, onların formalaşması tamamilə fərqli qoyacaq. Amma orası aydın deyə, əlaqəsi yox dedi. Sən dediyin əslində qalsa mən burada apofeniya görürəm. Apofeniya arada yaxınlıq görüb birbaşa əlaqə axtarmaqdır. Mən burada bildim. Sən amma bir şey var da. Okay. İnsan bəni adam elə bir canlıdır ki, sənə bir dənə rəsm göstərim, Marsın üzündə üz görəcəksən. Və istər-istəməz ondan məntiqi əlaqə qurursan. Sənin artıq beynin bildim də, yox, qulaq as. Mən sənə demək istədiyim odur ki, sən Misirdəki hieroqliflərdən HMN-ı 3 dənə hərfi götürüb, ərəb dilindəki HMN hərfindən bir tutmağın tamamilə lingvistik xətadır. İndi deyim niyə görə xəta deyil? Buyur. Mən burada 2 dənə sözü Misirdəki mənasına girirsən. Yox, qulaq as. Mən müqayisə eləmirəm. Mən deyirəm ki, Peyğəmbər deyir ki, bax diqqət elə Quranda. Deyir Misirdə HMN adında bir adam yaşayırdı. Bax xəbər verir. HMN adında bir adam yaşayırdı. Bu da daş ustalarının başçısı idi. Biz gedib Misir hieroqliflərini oxuyuruq, görürük bir dənə daş ustalarının başçısından danışılır. Adı da HMN-dır. Mən burada 2 dənə sözü qoyub oxşatmıram. Mən deyirəm konkret ad gəlib Quranda ki, bunun adı HMN-dır. Dəqiq oldu 100% ad kimi qeyd olunub. Harda? Quranda. Sən əgər əlbəttə ki, mənə göstərsən sevinərəm hansı ayədədir və necə qeyd olunub. Quranda bu dəqiq, prosta indi bu dəqiq şey ayə yazılır. İnternet varsa bir dənə var. Bir saniyə. Heç bir problemi yox. Çünki mən onu birbaşa fakt olaraq Yox, ad kimi də xitab keçir ey Həmən. Bir dənə denən surənin şeydə olmalıdır ya, Allah deyəm. 28 Qəssasda olmalıdır. Hə, ay sağ ol Qəssas. 28-ci ayə. 6. 26-cı surə 26-cı ayə. Ay sağ ol. Bax, burada deyir ki: "Və numakkinə lehum fil ardi və nuriya firavna və Hamana və cunuduhuma." Burada Hamanın konkret olaraq Haman adı keçir burada, ad olaraq. Və hətta onun ardınca deyən görüm o əgər şey yadımdadırsa, birbaşa orada ya Həmən deyə xitab da var, ey Haman.
Və həmənə burada da Firavna və həmənə 8-də də Deyir ki, dağı qaldır, mən Musa Allah'ından yuxarıya qaldım. Haman adı Quran-Kərimdə konkret keçir. Həmənə. Onun vəzifəsi də konkret səncə burada qeyd olunub ki, o şey deyir də ki, get elə bir tikinti tik ki, mən Musanın Rəbbinə çatam. İndi nə tapşırdı ona? Səncə bu birbaşa adlı yoxsa vəzifədir? Diqqət elə. Vəzifə Bu də ola bilər. addır. Vəzifə olsa belə, zaten ad kimi gəlib o öz yerində. Vəzifə olsa belə, yenə də bu Haman vəzifəsini. Okay. Sən bilirdin məsələn 19-da Yox, mən görə bilmirdim. kim bilirdi ki, Haman adlı vəzifə var? Mən razıyam sənə. Bu məsələni daha da qarışıqlaşdırır. İndi Yox, vəzifəni izah edə bilərsən. Rahatlıqla izah edə Yox, bilərsən. vəzifənin adını necə izah edə bilərsən? Yox, vəzifənin, misal üçün atıram da dülgərsən. Dülgər sözü və yaxud da dülgər olmasın da, barber. Barber sözü istər-istəməz istənilən bir dünyanın istənilən yerdə başa düşülən bir sözdür. Və yaxın olan coğrafiyada Haman əgər bir vəzifədirsə onun ötürülməsi Yaxın coğrafiyada olmayıb axı. Yaxın coğrafiyada. Necə yaxın coğrafiyada? Elə bir vəzifə olmayıb orada. Yox, mən buna yəni bunu sən mənə sübut etməlisən ki, bu da onun ad kimidir. 7 əsr əvvəl gəlib. Bunun ad kimi olmadığını sən necə? Belə bir vəzifə var Misir dövlətinə Haman adında. Bəs mən də sənə soruşuram da bunun vəzifə olmadığını, məhz ad olduğunu təsdiq edəcək nə mənbə var? Bu bəllidir də ad olduğu. Misir mənbələrində. Deyim sən, Misir mənbələrində belə bir vəzifə yoxdur da ümumiyyətlə. Yox, o ad olması. Ad olması deyirəm də Ranken lüğətində keçir də, açmaqda lüğət. Addır o dəqiq. Bəli, 100%. Çünki adamın həyat yoldaşından danışır, adamın oğlundan danışır, adamın işindən danışır kitabə. Necə ad deyil bu? Yəni vəzifənin arvadından, uşağından danışmayacaq. Yox, vəzifə yoxdur. Yəni həmin şəxsdən söhbət gedir. Bəli. Yəni bu 100% bir məsələdir də ki, bunu necə əlavə eləyə bilərdi peyğəmbər misal? Mən sən yenə deyirəm də, mən bu məsələnin ümumiyyətlə iki dilin bizə nəyə oxşayır? Misal üçün atıram, bizim dilimizdə də hər hansısa bir sözlə Rus dilində olan bir söz arasında bir oxşarlığı götürməklə mən bunu fərqləndirmirəm. Ələl-xüsus başqa dil kateqoriyalarıdır. Və sən burada apofeniya qurursan. Məncə yəni mən burada apofeniya görürəm. Çox əlaqəsiz cavab verdim. Mən burada apofeniya görürəm. Bu qədər zəif cavab gözləmirdim. Yox, zəif cavab deyil abi. Sən iki fərqli dilin, mən bənzətmirəm, əziz. Bu birbaşa bənzətmədir, oradan çıxarış eləyirsən. Misal, bənzətmə olar ki, misal üçün nəsə bir oxşar bir şey olar qeyd edirəm. Mən deyirəm ki, adam vəzifəsinə qədər, yaşadığı yerə qədər, Firona yaxınlığına qədər və adına qədər qeyd eləyir. İndi mənim bunu tarix oxşadırsan. Yaxşı da, sən yenə Musaya girirsən axı. Biz yenə Musanın təsdiq qardaşım, mən Musaya biz yenə Musanı təsdiq etməliyik. Mən Hamanla danışıram. Abi rəvayətlər çox ola bilər. Mən rəvayət milyon dənə rəvayət eşidə bilərəm abi. Məsələ odur ki, sən tarixdə dəxli var. Mən sən Hamanla danışıram. Həm yenə deyirəm, mən sənə nədən danışmaq istəyirəm? Bu dinlərin yarandığı coğrafiyadır. Misirdən tut Ərəb yarımadasına qədər bu dinlərin yarandığı, formalaşdığı coğrafiya. Orada hər hansısa bir hımınının sən başqa cür izah eləməyə çalışsan, ümumiyyətlə ora köçməsi mənə təəccüblü gəlir. Başqa cür necə ora köçməsi? Misirdən ora gəlməsi. Ondan başlayaq ki, lap deyək ki, Misirdə olub. Misirdən o sözü bizə ötürən kimdir? Onu demirəm. Yəni sən iddia eləyirsən ki, bunu bu Misir mətnlərindən götürülmüş ola bilər peyğəmbər tərəfindən. Mən belə bir şey deyim də, sən əgər Rankenin kitabından gəlsən ki, Rankedən sonra da bir çox araşdırmalarda olub. Heç bir onu fərqli izahlandırmır. Yenə sənə deyirəm ki, sən Misir yazışmaları, Misir iyeroqliflərindəki H-mını götürüb ərəb hərflərindəki ərəb hərfləri ilə H-mını bir tuta bilməzsən. Bunlar tamamilə fərqli şeylərdir. Bu bildiyin apofeniyadır. Yaxşı vəzifələr harada? Bildiyin apofeniyadır. Yaxşı vəzifələr nə edir? Yaxşı deyirsən ki, o yan-yana qoyulur. Sən Rankenin H-mını götürürsən və Qurandakı H-mını bir tutursan. Deyirəm vəzifəsinə qədər qeyd olunur. Firona yaxınlığına qədər. Bu amma o demək deyil ki, bu onun təsdiqidir. Başa düşürsən, bu təsdiqi sayılmır. Təsdiq yaxşı, bax, onda sual verim sənə. Bu təsdiq sayılmır. Yaxşı. Əgər yəni mənim Musanın qoyursan qırağa, Musanın təsdiqi yoxdur, amma H-mının təsdiqi var. Bu ümumiyyətlə Quranın konseptinə yəni şeydir, ziddir. Sən məncə məntiqlə Allah əgər bizə bir təsdiq göndərirsə, məncə Musanın H-mından daha çox üstünlüyü var, nəinki H-mından. Yəni Musanı qoyub H-mını ilə təsdiq etmək heç bir ali varlığa xas bir şey deyil məncə. Bax, sən bir sual verim. Yəni belə eləməyə əvəzi belə eləyirəm. Da çerez H-mını, Ranki və hansı bir kafirin əli ilə. Lap gülməlidir. Deyəcəm mən. Ya bunlar vəziyyətdən qaçır. Abi vəziyyətdən qaçmır deyil. Qətiyyən mən sənə sən Musanın tarixi təsdiqi yoxdur. Amma H-mını ilə sən mənə təsdiq etməyə çalışsan ki, burada köçürmə yoxdur. Bax təsəvvür et, Misirdə olan Haman var, daş ustalarının Ranken tərcümə elədi. Tamam.
Təsəvvür elə. Rankedən sonra bu məsələni daha da ətraflı izah Yaxşı, edənlər də təsəvvür olur. elə bunu 10-cu əsrdə misal üçün bir dənə ərəb bu heroqlifləri oxudu. Bunu necə qeyd eləyəcəkdi? Ərəb o hansı formada yazacaqdı onu ərəb? Qurandakı kimi yazacaqdı ya yox? Mütləq deyil. Necə yazacaqdı? Abi yenə məndən bunlar da necə hırmızı soruşmaq istəyirsən, mən sənə deyim. Bəli, doğrudan da Məhəmməd Peyğəmbər adlı bir şəxs olub. Amma əfsuslar olsun ki, Qurani-Kərimi artıq geosiyasi bir belə deyim, silah çeviriblər. Üzürlü sayılma elə. Çünki uzun müddət kimin əlində olub Quran? Onu qoy qırağa. Quranın formalaşması kimin əlində olub abi? Nə? Kimin əlində olub Quranın formalaşması? Formalaşması. Kitab halına salınması. Sahabələrin. Abi sahabə kimə verib əlindəki olan yazıları, kimə verib beynindəki olan məlumatları? Sahabə ya kitab halına salıb onu. Ya sahabə salmayıb onu. Sahabələr kimə verib məlumatları? Kim yığıb ilk Quranı? Ay canım özü ilk Quran Əbubəkirin dövründə yığılıb. Bəs mən də sənə onu deyirəm ki, Əbubəkir sahabə deyildi. Yox, sahabələrdən sonraları deyirəm. Yandırılma prosesləri və digər. Yandırılma prosesi də sahabə Osmanın vaxtındadır. Mən sən yox, burada geosiyasi məsələlər var. Mən buna sır hər prosesdə, hər hadisədə fərqli vəziyyətlərə görə dəyişilmə görürəm. Əfsuslar olsun. Yox, yenə də dəyişir. Çünki vəziyyətdən çıxmaq üçün. Məlumatların, ay canım gözüm, bunun lap Mənə görə sən Qurani-Kərimi köçürməməsini, hımını ilə izah etməyin Qurani-Kərimin statusunu aşağı salmaqdır. Üzürlü say. Çünki birinci Musanın təsdiqini eləməlisən. Birincisi tarixi Musanı təsdiq eləməlisən. İkinci Fironu təsdiq eləməlisən. Tarixi Musanı sən necə təsdiq edirsən? Biləmədim. Əgər konkret olaraq Musa adı olmasın, vəzifə olsun, tərif olsun, sifət olsun. Necə sübut eləyim sənə Musanı? Bir dənə onu dedim. Hər hansısa bir belə deyək də Misir mənbəsində qeyd olunsa ki, bəli, belə bir şəxs olub, belə bir hadisə olub. Musa adlı bir şəxs olub. Musanın analogiyası belə olsa, analogiya belə olsa ki, bəli, yoxdur analogiya. Göydən çərikə yağması, Nilin qırmızı çərikə yağmaq başqadır. Abi mən sənə hətta Nilin qırmızı olmasını belə elmlə sübut eləyə bilərəm. Ay canım gözüm. Qanlı Nil deyilmi? Mən sənə elmlə sübut eləyirəm. Məsələ başqadır. Mən Nil niyə qırmızıdan danışmıram? Ben deyirəm Musa ilə bağlı olan hadisələr. Amma Musa yoxdur ortalıqda. Bildim də yoxdur. Mən onu deyirəm sənə ki, tarixdə Ay niyə silərsən axı? Sən bunu qoyursan ki, sən Misirin üstündən keçmisən. Misir yoxdur ümumiyyətlə, amma ad qoymursan. Niyə? Exnaton kimi adamın adı qalıb tarixdə. Abi, Akkadlar Misirin üstündən keçib hamısı qeyd olunur. Yox, Musa bəyən Misirin üstündən keçib ki, adı yoxdur orada. Keçməyib, zarafat edirsən sən. Nə Musa nəyini ki Misirdə? Musa Allahın əli ilə bəs o boyda zülmlər göndərdi. Zülmlər dedi, Misir xalqına zülm öldürməyə gəlirdi bunları. Qaçdılar, Firon da dənizdə boğuldu, öldü də. Yəni bu qədər ya Misirin üstündən keçdi. Bəs nədən heç bir günahı olmayan insanlar orada, onların mal-qarası öldü, nə bilim, balıqlar məhv oldu və s. bunların hamısını biz kənara qoymalıyıq. Yox, bu Misirin üstündən keçmək deyil axı. Sən zarafat eləyirsən. Yaxşı, okey, çəyirtkələr keçdi, bütün onun nədən adı yeyib içməyini məhv elədi. Bu üstünə keçmək deyil. O zaman aqrar bir Misirin Tanrı eləyir də. Bəs Musa keçib də üstündən də. Oha da sən o abi Musa keçib də üstündən də. Yəni o deyil. Yaxşı, Musa Allahın əli ilə üstündən keçib. Mən sənə nə demək istəyirəm? O boyda hadisə Musanın adı orada keçib. Bilsən nədir məsələ? Musa gəlir Fironun qabağına əlindəki şeylə, əsa ilə. Əsa ilana çevrilir və bunu hər hansısa bir şey təsdiq etmir. Yoxdur elə bir şey. Tamam. Yenə sən deyirəm, sən bunu mənə sübut eləsən, onu da qoydun bir kənara. Yəni burada artıq bir möcüzələr var. Yusifi mənə təsdiq eləsən, mən ondan sənə deyirəm ki, tamam, sən mənə Yusif təsdiq elədin. Bu tarixən bura uyuşur. Ondan sonra mən okey, Yahudi məsəl üçün atıramda Tövratla biz hesablasaq, Musa Yusifdən sonra gəlib. Hesablamada. Mən deyirəm ki, razıyam sən. Sən Yusifi mən belə təsdiq edə bilmirsən. Deyirəm sən, bax. Bilim tarixi prizmadan getməliyik, 100%. Deyirəm də sənə. Bax, burada yenə də deyirəm, mən Hamanla danışıramsa, əgər Haman faktı təsdiqlənibsə, Musa Misirdə Haman faktı təsdiqlənib deyə bilməzsən sən. Heç bir akademik danışmada bu təsdiqləmə yoxdur. Vallahi deyirəm. Əgər Misir kitabələrində belə bir şey keçsəydi ki, məsələn, Mısıyı adında bir adam sən yenə Mısırıya girirsən də. Mən Mısırıya girməyi istəmirəm. Yaşa. İndi orada nə ad keçsəydi, sən Hamanı fırlatdığın kimi ona fırladın. Fırlatmayacaqdın. Çünki hadisə var ortalıqda.
özü Burada böyük yoxdur bir hadisə. Abi Burada hadisə yoxdur. sən yenə deyirəm, sən hadisələrin həcmini, şəxslərin təsirini Yaxşı, qoyursan bir Gətir- kənara. gətir Sən onu hansısa bir bir bənnanı götürürsən, qoyursan yuxarıya və bənna ilə mənə Quranın köçürürsən, sübut eləməyə çalışırsan. Amma burada mən sənə Kral və Fironla bağlı sual verirəm ki, Musa və Yusifin tarixlə bağlı konkret, yəni Misir tarixi ilə paralelini mənə verə bilmirsən. Yəni burada artıq Hamandan mənə fakt verməyin, Yusifdən mən sübut gətirə bilməməyin çox düzgün yanaşma deyil. Mən yenə də. Yəni daha güclü arqument olmazmıydı ki, bəli, düz deyirsən, 7 dənə şey baş verib Misirdə, belə bir şəxs olub və Firona qarşı çıxıb üstə gəldi ki, heç bir, bax mən bundan başımla cavab deyəm. Hazırda əlimizdə olan heç bir mənbədə, heç bir Misir mənbəsində böyük bir egzodusu təsdiq edəcək heç bir mənbə yoxdur. O boyda xalq çıxır şeydən Misirdən. Bir dənə də mənbə bunu yazmır. Sənin o hadisələri yazmağın təsdiq deyil. Yenə də qayıdıram həm məsələyə. Birinci, bunun bizim mövzumuzla əlaqəsi yoxdur. Var. Misirdə keçmə. Yox, var. Tarixlə deyirsən, məsələn, var. Onlara keçən məsələlərin bəzilərinin biz Misirdə eynisini görürük ya yox görürük. Abi sən nə görürsən? Sən çıxışını görürsənmi? Əgər hər hansı bir hadisə olubsa, çəyirtkələr gəlirsə, sən yenə apofiniyaya yaşayırsan. Sən o hadisə ilə ümumiyyətlə Nuh yanaşma hadisələri və bu cür bütün qətiyyən mən sənə izah eləyim. Çəyirtkə normalda keçmirmi? Keçir üstündən. Və o hadisələrin kitabədə ardıcıl, eynən Tövrat və Quranda gəldiyi kimi gəlməsi. Mən sənə onu rahatlıqla elmlə izah edə bilərəm. Çox rahatlıqla izah edə bilərəm. Bir hadisənin ardıcıllığını belə izah edə bilərəm. Ki, nə problem yaranıb, hansına görə, hansı yaranıb, hansı problemlərə görə çəyirtkələr belə. Hamısını izah eləmək olur. Elm bunu izah eləyir. Sən onu elmdən izah elədin. Bəli. İndi mənim sualım ondur ki, sən bugün Allah köməyin olsun, fizikanı oxudan kim yaranıb? Fizika söhbət getmir. İndi mən zor girəm ki, bu savadsız adam. Savadsız söhbəti deyil. Bu zaten o fizikadan danışmıram. Abi bu artıq illərdir orada yayılan bir şeydir ki. Yoxdur, belə bir şey. Var. Musa məsələsi, Musa ideyası, Musa'nın etdiyi hər bir şey artıq var idi. Misirdə baş verən hadisələr var. Misirdə baş verən hadisələr. Bunu necə qeyd elədilər? Hardan tapıb qeyd elədilər bu hadisələri oraya? Ardıcıllığı ilə. Ardıcılıq Tövratda yoxdurmu? İncildə yoxdurmu? Var, Tövratda. Vəssalam da. Tövratdan götürülüb bu mən. Bu ideya artıq o vaxt var idi. Mən də soruşuram ki, niyə görə bəs Haman adı Babilistana yox Misrə aid? Sən yenə Hamana girirsən. Sual verirəm. Deyirəm, niyə Babilistana yox Misrə aid olunub? Tövratdan demirsən götürülür? Abi sən o boyda hadisənin təsdiqini mənə verməyib, Hamanla ilişirsən. Yaxşı da mən sənə o hadisənin təsdiqini verə bilmədim. Hə. Sualım budur. Əgər Quran Tövratdan köçürülübsə, mən də sənə deyirəm ki, Haman adını Babilistandan çıxarıb. Haman mənim üçün meyyar deyil. Çünki lingvistik oxşarlıq o demək deyil ki, eyni bir şeydir. Ümumiyyətlə təsadüfün olması və yaxud da oxşarlığın olması sənə təsdiqini. Sən əgər misal üçün Misir tarixində ardıcıllıqla belə bir hadisələrin baş verməsini sən hər hansı bir nə oradan Yahudilərin çıxmasını qeyd olub. Qoy bir söz bitirmə xərakin, qoy bitirim. Sən əgər bu misal üçün 7 dənə hadisədirsə, bu ardıcıllıq mənə göstərsin, deyəcək ki, bu Allah bunu eləyib, bu şeyin təsdiqidir, Tövratın təsdiqidir və s. Mən səndən razıyam. Amma məsələ ondan ibarətdir ki, əgər bu mənbələr mənə konkret adı demir, konkret Yahudilərin onda çıxmasını demir, konkret hansı Firondan söhbət olduğunu getdiyini demirsə, mən bunu təsdiqini bunu qəbul edə bilmərəm. Mən tarixi prizmadan baxmalıyam. Hər hansı bir misal üçün atıram biz eyniliklə Nuhun gəmisi məsələsində biz onda qəbul etməliyik ki, bütün həmin ərazi su ilə dolub. Amma lokal bir şey olduğu üçün hər bir xalq buna başqa cür yanaşıb. Başa düşürsənmi? Yəni biz müəyyən bir hadisəni səndən Nutfanın dünyaya aid edir. Bəli də, çünki o zaman onlar üçün o dünya idi. Nə dünya idi? Yəni ümumiyyətlə kiçik qəbilələrin və Misirin özünü belə götürsək, Misirdə də bu şeydə keçir, müəyyən bir tabletlərdə keçir ki, bizi su bastı, bizim bütün dünyanı su bastı. Çünki onlar üçün indiki kimi deyil də, sən mənlə müasir bir insanla, vəzlə müəyyən bir nöqtəyə gedə biləcək insanla hammanı bir tuta bilməzsən. Hamman üçün onun olduğu ərazi böyük bir dünya idi. Başa düşürsənmi? Onun üçün ən böyük bir Şengenlə keçə biləcəyi ərazi Akkad ərazisi idi. Və yoxsa nə bilim aşağı Afrika ərazisi idi. Sən indiki insanın təfəkkürü ilə o vaxtda insan təfəkkürünü bir tuta bilməzsən. Üstə gəldi ki, həmin hadisələr yenə deyirəm, təkrarən deyirəm ki, ardıcıllığın olması
Allahın göndərdiyi mətnlərin təsdiqi deyil. Çünki mən bunu elmlə izah edə bilirəmsə və üstəgəldə ki, bunu kim göndərib, necə olub. Mən nə də elmlə izah edim. Mən sənə çox rahatlıqla bunları izah edə bilərəm. Yəni hadisələrin səbəbini, nəyə görə bu ardıcıllıq baş verib, mikrobların yayılması, sonra uşaqların xəstələnməsi. O deyir orada mən keçəcəm gecə ilə birinci uşaqlar öldürəcəm. Mən sənə izah eləmək istəyirəm. Sən deyirsən ki, Misir tabletlərində bu qeyd olunub. Düzdürmü? Demək ki, bu Allahın göndərdiyi mətnin təsdiqidir. Mən sənə deyirəm ki, təsdiqi deyil. Çünki o təsdiq o zaman sayılardı ki, orada konkret şəxs yazılıb, orada konkret yahudilərin çıxması qeyd olunub. Çünki o boyda, məsələn, atıram da, Qurani Kərim belə dedim də, deyirsən qəbul edirəm. Qurani Kərim yahudilərə Misirdə nə gözlə baxırdı? Necə təsvir edirdi? Kimi? Misirlilər, Misirdə yahudilər necə təsvir edirdi? Nətər ki, necə təsvir edirdi? Yaxşı, belə izah edeyim. Yahudilər Qurani Kərimə görə Misirdə hansı statusdaydı? Kölə statusunda. Bunu mənə təsdiq edəcək mənbələr varmı? Yox. 1. Misirdə. Bəli, heç bir köləlik barədə, konkret köləlik barəsində, onların köləlik barəsində təsdiq yoxdur. 1. İkinci məsələ, sən tarixdən keçirsən, problem yoxdur. Tarixdə bunun əksi varmı? Təsdiqi yoxdur. Sən mənə deyirsən ki, bu təsdiqdir. Böyük bir kütlədə insan, böyük bir kölə sayı ölkədən çıxır və bunu... Quran nə qədər olduğunu deyir ki, onların böyüklüyü. Neçə nəfər idilər təxmini? Yox, qeyd eləmir. Amma kölə məntiqi ilə getsən, kölənin sayı çoxdur istər-istəməz və böyük işlərdə istifadə olunur. Yəni bina tikintilərində və inandırım ki, səni bina tikintisində 3 dənə kölə olmayacaq. Nə qədər bir 5 dənə 6 min dənə kölə olacaq. Yox, 5000 6000 misal üçün deyəndə mən atıram. Amma az deyillər. Yahudilər bina tikintisində iştirak edir. Kölə ölkədə çıxır, yox, bildim də. Kölə çıxırsa, bu təsdiq olunmalıdır. Yox. Sən mənə təsdiq eləməlisən ki, doğrudan da Misir tarixində bu olub. Sən mənə hadisəni verirsən. Az qalıb vaxtımız. Amma köləni vermirsən. Amma istəyərdim sizdən ki, son hərəniz bir arqument hazırlamışsınızsa onları dinləyim sizdən. Çünki çox az qalıb vaxtımız. Tamam, buyur. Mümkündür. Sən buyurun. Yenə deyirəm, mənim təkrar... Gəlin, indi mən ziyanı dinləyək. Mən istəyirəm ziyanı dinləyək. Yenə də deyirəm, bəzi hadisələrin Misir tarixində olmaması mənim gətirdiyim faktları təkzib eləmir. Və başqa bir misal verim. Misal üçün, Misirdən çıxandan sonra İsrail oğullarının yanında bir adamın adı çəkilir, Samir. Və bu Samirin İsrail oğullarını aldadaraq, başdan çıxardaraq onları qızılla bəzədilmiş, qızıldan düzəldilmiş belə deyə buzova stakir etdirmək məcbur eləyir. İndi bax, yenə də deyirəm, biz Misir tarixinə baxanda görürük ki, buzovun, ayə olaraq tam dəqiq xatırlamıram, deyərəm, konkret ad keçir orada, Samir, buzov. Bəqərə deyildi. İndi, bəlkə də Bəqərdədir, unutmuşam, o günlərdə baxırdım, yadından çıxdı deyərəm. Bax, biz yenə də Misir tarixinə baxanda görürük ki, Misirdə buzovun qızılla bəzədilməsi xüsusi rituallardan biridir Misir tarixində və hətta Misirlilərin göyə uçan buzov adında bir kitabələri var, dini kitabələri. Yəni buzovu çox müqəddəs görürlər Misirlilər. Və biz baxırıq ki, Misirdə də məsələn Samir adı, Samir, yenə də deyirəm də bu Samit dilidir. Samit dili deyil. Şey deyirsən sən, bildim, Yahudilərə yox, Samit demirəm, Samit. Hə, Samit. Bax, yenə də deyirəm burada ki, bax, Samir adının, misal üçün şeydəki mənası Fironun dostu, Fironun yaxını anlamına gəlməsi Misirdə. Və Qurani Kərim bu adı ad olaraq qeyd eləməsi və onun iminlə məhz İsrail oğullarının buzova sitayiş eləməsini göstərməsi ki, məcbur eləyir ki, məcbur eləmirlər, başdan çıxardır onları. Mən deyirəm ki, bunlar o dövrdə Misir haqqında bilinməyəcək məlumatlardır. Və bunu Peyğəmbər necə, və başqa bir misal da deyim sənə, Quran-ı Kərimdə ayə var, deyir ki, Firon öldü, göylər ağladı, nə yerlər ağladı. Mən deyirəm ki, bu məlumat Misir hieroglifindən başqa heç bir yerdə yoxdur. Tövratda belə qarşıya belə bir ayə çıxa bilməzsən ki, Firona nə göylər ağladı, nə yerlər. Amma Quran-ı Kərim belə bir şey qeyd edir və biz Misir hierogliflərini oxuyandan sonra ona göylər ağladı, ayədə yazılır ki, ağlamadı. Bəli, Misirlilər buna inanırdılar ki, Firon dünyasını dəyişdiyi zaman göylər və yerlər ona ağlayır. İndi deyirəm ki, niyə iminli bunu? Bu söz var ya, göylər ağladı, yerlər ağladı. Bunu Əbu Ləhəb haqqında da gətirə bilər.
Bunu Babilistan, Nəmrud haqqında da gətirə bilər bunu. Aha. Bunu Davudun dövründə o dalaşdığı adam haqqında da gətirə bilər. Niyə İminlə Firon haqqında gətirir bu ayəni ki, Firon öldü, nə göylər ağladı, nə yerlər. Və məhz bu inancın Misirdə olduğunu görür. Tamam. Mən bunu gətirib başqa mən sənə belə deyim, avtoritet arqumentindən getməyə çalışacağam və izah etməyə çalışacağam. Yenə deyirəm. Sən Musanı ki, Musa peyğəmbər Quran tarixində çox vacib bir şəxsiyyətdir. Yusifin ki, çox vacib bir şəxsiyyətdir. Nə də İsa'nın hər hansı bir təsdiqlərini vermirsən. Quran belə vermir, tarix belə vermir. İsa ilə də bağlı çox böyük şübhələr var. Yox, şübhələr var. Konkret İsa ilə də bağlı çox böyük şübhələr var. Ponti Pilatla da bağlı çox böyük şübhələr var. Yox, təsdiqlər yoxdur. İsa haqqında mən zət onunla. Okay, ona sonra girərik. O başqa. Amma sırf Musa və Yusiflə heç bir təsdiq yoxdur. Yenə deyirəm, sən mənə Musa və Yusifi təsdiq etmədən Samirlə, Cəfərlə, Hamanla, Buzovla bunlarla təsdiq etməyə çalışmağın mən onu göstərir ki, ya bu kitabda problem var ki, bu mənə ən böyük, yəni məntiqlə bu kitabın əsas məqsədi nədir? Mənə mesaj ötürməkdir. Niyə mənə mesaj ötürdüyü zaman, "A qardaş, sən mənə Musanı təsdiq eləsən, mən buna inanmamağın variantı yoxdur." Niyə mənə belə balaca oradan bir üzr istəyirəm falan, bir qıçından bir başından variantı yoxdur? Ha? Musanın təsdiqi yoxdur. Tarixlə Musanın təsdiqi yoxdur. Bax, tam səmimi deyək də. Tam səmimi. Yoxdur abi, yox. Okey də. Musa əgər Misir tarixində keçsəydi, sən deməyəcəydin ki, bu tarixi bir şəxsiyyətdir də, var indi Quranda yazıb onun haqqında. Bunu deyəcəydin. Yox, deməyəcəkdim. Deməyəcəkdim. İnandırım ki sənə, əgər bu detallarda üstə gəldi Haman məsələsi, ciddi deyirəm ki, mən bunu qəbul edəcəydim. Amma məsələ bunlar, yox, məsələ tam səmiyyətimlə deyirəm. Tam səmiyyətimlə deyirəm ki, sənə, əgər Yusif də, Musa da təsdiq olunsaydı, əl-ələ xüsus sən dediyin o kral və Firon söhbəti, mən rasional insanam, ciddi deyirəm sənə. Əgər Musanın da, Yusif peyğəmbərində, Musa peyğəmbərində tarixi aralarındakı fərq bir. Çünki tarixlə mən bunu. Çünki mən tarixlə bilirəm ki, Firon bu vaxt olub, adlandırılıb. Kral bu vaxt adlandırılıb. Sən mənə Musanın doğrudan da bu tarix çərçivədə yaşadığını, Yusifin bu tarix çərçivədə yaşadığını, sonra isə Qurani-Kərimin doğrudan da heç bir dəyişdirilmə olmadan orada Məlik sözü keçməsini təsdiq eləsən, yəni bunu sübut eləsən ki, okeydə səndə sübutlar var deyirsən, tamam, mənim şübhəm yoxdur. Yox, şübhəm yoxdur, okeydə, yəni mən sənə deyirəm ki, var, okey, sübut yoxdur, axı əlimdə deyirəm, sən mənə versən, mən sənə ciddi deyirəm ki, mən agnostik ateizmdən çıxacağam. Əgər sən mənə Musanın tarix çərçivəsini sübut eləsən, Yusifin tarix çərçivəsini sübut eləsən, problem yox. Çünki mən bilirəm ki, Firon burada olub, o burada olub. Bu olmadığına görə məndən hər hansısa bir unikallığı qəbul etməyimi gözləyə bilməz. Bu mövzudan əlavə çox üzr istəyirəm sizə. Çox az qalıb vaxtımız yekunlaşır. Bu mövzudan əlavə Misir, Həzrəti Yusif, Həzrəti Musa haqqındakı mövzulardan əlavə köçürülməni təqsib eləyən, köçürülmənin qarşısında dura biləcək argumentlər. Əslində çox məsələ var, köçürülməni təqsib eləyəcək çox məsələ var. Sadəcə olaraq bu məsələdə də bir sadə iştiqalıq. Misal üçün prosta vaxt qısadır da, bu mövzuya girsə çox uzanacaq. Misal üçün peyğəmbərin ancaq doğru məlumatları seçməsi bu necə baş verə bilərdi? Məsələn, peyğəmbər özündən əvvəlki mətnləri köçürdü. Necə ola bilər ki, çox absurd fikirlər olduğu halda onların heç birini götürməyir? Doğru dediyin zaman ancaq doğru. Bütün məlumatlar Qurani-Kərimdə qeyd olunan, köçürülüb dediyin bütün məlumatlar doğrudur. Mən bir dənə səhv məlumat götürdüm. Sən əvvəlkinin səhv olduğunu sübut eləməlisən ki, bunda doğru olduğunu təsdiq edəsən. Misal üçün mən sənə deyim sənə. Bax. Tarix prizmadan ha. Deyim sənə, bax. Məsələn, Aristotelin özündə, Gallenin özündə hansı ki, köçürülmə iddiasını eləyən insanlar buradan götürdüyünü iddia edirlər də. Hipokratın özündə tonla ağla zidd olan, elmə zidd olan məsələlər var. Okey. Ki bu normaldır, okey. Niyə görə? Bax, misal üçün yadındadır da 360 oynaq məsələsi. Aha, bəli. Bax, misal üçün dünyada o hədisdir, amma Quran deyil. Bildim hədisdir. O başqa şey demək istəyirəm sən. Bax, deyirəm ki, bax misal üçün tonla oynaq haqqında bildin nə sən hədisə gedirsən, axı sən Qurana getməlisən. Abi o deyil. Sən şəxsiyyətlə bunu 100%. Sırf Qurandan verir. Çünki sən şəxsiyyətlə bu günümüzün mövzusu Məhəmməd peyğəmbərin şəxsiyyəti deyil. Bax misal üçün deyim sənə. Tövratda insan yaradılışı ilə bağlı sırf qabırğadan Həvvanın yaradıldığını oxumuşam. 100%, bəli, biz bununla bağlı danışmışdıq səndən. Bu sənə görə, sənin fikrini soruşuram. Sənə görə bu nə dərəcədə məntiqli absurddur. Aysa. Ki sən də bunu təsdiq edirsən. Mən deyirəm ki, bəs niyə Qurani-Kərim bu məsələni köçürdübsə qeyd? O qabırğanı niyə çıxardı oradan misal üçün? Yəni fikrin nədir? Niyə çıxardı? Onun o barədə hər hansı bir fikrim yoxdur.
Amma səhvləri düzəldir. hədislərdə keçir o. Hədislərdə keçir. Hədislərdə İsrailiyyət keçir. hədisi Bəli, bizdə amma çox- Quranda yoxdur. Niyə çıxardıq bunu? Mən Yaxud yerin yaradılışı haqqında bilirsən də Tövrat çox təfərrüatlı danışır. bəli. Hətta 2 cür Genesis var orada. Niyə görə məsələn Quran bu şeylərdən qaçıb maksimal dərəcədə? Sən diqqət eləmirsən ona, əgər bu Mən ona diqqət yetirmişəm. Mən əslində qalsa orada qaçmasının səbəbini fərqləndirmədə görmüşəm ki, onlar başqa cür deyil, bunlar səhv deyil. Yaxşı, fərqləndirmə Biz daha düz başqa deyirik. şey deyil əslində. Məsələn, niyə iminli qabırğa məsələsində fərqləndirmə eləyib? Və yaxud niyə görə işığın günəşdən əvvəl yaranması barəsində? Yox, sonra ya əvvəldə Deyir, hə, əvvəl işıq oldu, sonra günəş yarandı. Niyə Düzdür. iminli o məsələdə şey deyib, misal üçün fərqləndirmə eləyib? O qədər fərqləndirmə olması məsələlər var ki, iminli düz yerlərdə fərqləndirmələri. Əslində əvvəlki dinlərin tənqidindən söhbət gedirsə, sən əlbəttə ki, səhvləri axtarmağa çalışacaqsan. Səhvləri fakt axtarmağa çalışacaqsan. Mən elə gəlir, məsələn deyirəm. Quranda bildim də, Quranda düzəl, Quranda məsəl üçün atıram, təhrif deyir ki, təhrif olunub, tamam. Quranda ümumiyyətlə yeni bir din gətirməyə çalışıramsa, mən əvvəlki dinin səhvini axtarıb tapmağa çalışacağam. Və əlbəttə ki, onu necə bilə bilirsən ki, sən bu səhvdə o dövrdə 7-ci əsrdə indi məntiqsiz də günəş yoxsa işıq necə yarandı? Məntiqsizdir. Bunu istənilən rasional bir insan belə bilə bilər. Yəni onda Tövratı yazan adam, misal üçün. Aha, irrasional olur. Yəni o qədər düşünmür ki, işıq günəşdən gəlir. Abi onların da fikri o idi ki, məntiqsiz deyə mən buna inanıram. İnanıram ki, xristianların çoxsa elə deyir ki, bu irrasional deyə mən buna inanıram. Ya, fideist. Hə, fideist onu deyirəm. Rasionalistlər bu yanaşmada deyirlər, amma yenə də deyirəm, bunu yəni indi mən misal olaraq bu iki misalı verim. Tonla misallar var ki, istər şeydə Gallenlə, istər Aristoteldən, istər getdi Çindən imindi doğru şeyi tapdı, Amerikadan doğru şeyi tapdı, Hindistandan. Təsəvvür Hindistanda o qədər söhbət var. İminli getdi göyün genişlənməsini götürdü oradan Puranalardan, getdi qoydu Qurana. Getdi Amerika mətnlərini oxudu, bir dənə orada barmaq izi məsələsini dedi, bu zor məsələdir, davay, getdi qoydu Qurana. Getdi nə bilim Çindən 360 önə, indi Quranı demirəm də hədis. Getdi iminli nə idi onun adı? Adını qeyd eləmişdim videoda. Getdi Konfuçidən yox, Laotsidən yox, getdi bir dənə o ortaba bilən filosof. Getdi 360 oynaq hadisini getdi qoydu bura ki, bu zordur. Niyə ancaq bu adam doğruları seçir? Mən maraqlı düşər. Sən yenə deyirəm, doğrular dediyin zaman səhvləri də nəzərə almalısan. Nə səhv? Yəni harda səhv eləyib, harda nə. Yəni təsdiqlər yoxdur axı. Yenə sənə deyirəm, dönə-dönə deyirəm ki, təsdiqlər yoxdur. Təsdiqlər olduğu zaman mən səndən razıyam. Nəyin təsdiqi? Bundan qabaq dediyimdə sənə bunun deyirsən ki, doğrudursa, bu tarix sən mənə bunu deyirsənsə, şey kimi, arqument kimi. Mən bu arqumenti zəhmət olmasa son arqumentlərini. Mən son arqumentimi deyim. Son arqumentlərini dinlədik artıq. Hətta 2 arqument dinləmə imkanımız oldu ziyada. Amma səndən çox qısa deyəcəm. Son bir arqument dinləyək. Mənim son arqumentlərim odur ki, yəni deyirəm, birincisi biz Quranda keçən bütün hadisələrin, bütün rəvayətlərin və baş verən bütün hər bir şeyin öncədən artıq yazılması, bu söhbət təkcə Tövratdan, İncildən getmir, apokriflərdən gedir. Yahudilərin Suriya xristian apokriflərindən getməsindən, ora daxildə gedən Quran ayələrində belə hər hansı bir şeylər var, iddialar var ki, sən qulaqsan və onlar deyirdilər ki, Peyğəmbər qulaqdır, yəni qulaq asıb bizə danışandır. Sonra biz bunları artıq eşitmişik, bu köhnələrin rəvayətləridir və s. Quran belə bizə bunu demək istəyir ki, öncədən danışılan, deyilən bütün rəvayətlər yenidən bizə ötürülür. Mən burada varislik prinsipindən gedirəm. Mən burada öncədən danışılan bir şeyin, öncədən həmən ərazidə, ələlxüsus həmən ərazidə biz bura dinin beşiyi deyirik də. Bu Ərəbistan yarımadasıdır, bu ərazidir. Dinin formalaşmasında, həmin ərazinin müasir dinin formalaşmasında təsiri çox böyükdür və mənə görə Quran-ı Kərimdə hər hansı bir unikal bir şey yoxdur. Hər hansı bir kiçik bir şeylərlə onun təsdiqini göstərmək ümumiyyətlə argumentasiya deyil. Əgər biz böyük şəxsiyyətlərin təsdiqini, yəni İslamın da, xristianlığın 3 dənə səmavi dinin tarixində ən vacib insanların biz tarixi təsdiqini tapa bilmiriksə, biz balaca sımırıdır, hımınıdır, bunlarla argumentasiya etmək məncə çox da düzgün və akademik yanaşma deyil. Biz birinci növbədə belə bir böyük hadisələr törədən şəxslərin təsdiqini tapmalıyıq. Ondan artıq sonra biz hımını da təsdiq edərik, Samiri də, Cəbrayıl da, Buzovu da. Bu qədər.
Vüsalın argumentini də son olaraq eşitdik. Ziya, əlavən yoxdur. Mən Yoxdur, belə yoxdur, çünki iki yoxdur. dəfə sənə o Bəli, şərait yaradıldı ki, argumentlərini hətta haqsızlıq elədi. Sən deyirsən ki, bir müddət əvvəl Yox, başlarında əvvəldən çox daha danışdıq, çox danışdıq. Vaxt məsələsinə görə razılaşıram 15 səninlə. dəqiqə sən danışdın, başlayırsan. Üzrsən. Mövzu böyükdür. Ədalətli bir debat oldu. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Maraqlı mövzu, maraqlı debat idi. Çox minnətdaram və ümid edirəm ki, yenə biz bu cür maraqlı mövzularda görüşərik. Mütləq şəkildə. İnşallah. Mütləq şəkildə. İnşallah.